Salam, axşamınız xeyir olsun. Efirdəyik. Bizə buyurub bütün psixoloji suallarınızı verə bilərsiniz. Biz də sizin suallarınızı cavablayaq. Siz sual verənə qədər buradakı sualları cavablamaq istəyirəm. Neysə, başlayaq. Dəqiqə. Deyir, uşaqlıqdan bəridir allergiyalarım deyir var. Deyir, niyə bədənim deyir allergik reaksiya verir. Uşaqlıqdan keçməyən allergiyaların olmağı əslində uşaqlıqdan bəri qazandığınız, yəni iyrənərək qazandığınız duyğudan qaynaqlanır. Hansı duyğunu yaşamısınızsa və iyrəncilik keçirtmişsinizsə, qəbullanmamışsınızsa, bədəninizdə o cür reaksiya verib. Və bu baxımdan da həmin o iyrəndiyiniz duyğu nə vaxt tətiklənib bədəninizdə reaksiya verəndən sonra artıq sizdə həmin allergik göstəricilər başlayır özünü göstərməyə, simptomlar baş qaldırır. Ta ki həmin o uşaqlığınızda həmin allergiyanı qazandığınız yaşa qayıdaraq o duyğudan sağalsaz, bədəninizdəki allergik simptomlar aradan qalxacaq. Deyir, stresli dönəmlərdə dayı da deyir, başımı ağrıyır, baş ağrılarım keçmir, əsasən axşam gəlir baş ağrısı. Deyir, bu baş ağrısından qurtulmaq olarmı? Olar, niyə olmur ki? Sizi qıcıqlandıran, gərginləşdirən, narahat olduğunuz problemlər aradan qalxar. Deyir, məni sevən çox insan var və böyüdükcə daha da artır, nəsə qəribə oluram, normaldır. Normal deyil narahat olmağın. Sadəcə sən özünü sevmirsən, ne deyirsən, mənim neyimi sevirlər. Uzer deyir, Sanan bəy, bu dediyiniz sahənin adı nədir? Hansı sahə? Neyi deyirəm ki mən? Hansı fəaliyyətdə olduğumu soruşursunuzsa, mən hipnoterapevtəm, hipnoz mütəxəssisiyim. Mən insanların birbaşa şüuraltı travmalarından işləyib onları aradan qaldırıram. Züleyxa xanım yazıb, mən gecə tez-tez oyanıram. Niyə? Oyanarkən özünüz necə hiss edirsiniz ki? Gecə oyanmaları əslində şeydən baş verir. Bəzilərində boğulma, sıxılma, baş gicəllənmə, tər tökülmə kimi hallar olur ki, yəni bədən isinməsi halları olur ki, o şeydən qaynaqlanır. Bastırdığın səni narahat edən qorxuların üzə çıxır. Çünki sən gündüz vaxtı, əsasən insanlar gündüz vaxtı problemlərini rahatlıqla ört-basdır edə bilirlər. Yəni ki, həmin o gündüz vaxtı deyir, dərdlərdir adama gecə gəlir. Sən şuurunla o təbəqəni gizlədə bilirsən, amma gecə vaxtı həmin o təbəqə, artıq gizlətdiyin təbəqə başlayır üzə çıxmağa. Əsasən də yuxuda. Deyir, hə, dediyiniz allergiya tətiklənib, allergiyan aldığınız travmanın sağalçısı aradan qalxar. Aha, aradan qalxır. Aha. Deyir, panik atak gələndə ölərəm hissi olur, amma deyir, real həyatda deyir, təhlükə yoxdur. Sizcə deyir, bədənim nəyə xatırlayır? Bilmirəm, onu özünüzə müşahidə edin. Panik atak gəldiyi anda özünüz necə hiss edirsiniz? Özünüz hansı prosesdən sonra, hansı duyğudan sonra, hadisədən sonra panik atakınız tətiklənirsə, onu özünüzdə müşahidə edə bilərsiniz. Deyir, yuxum qaçır. Başa düşdüm, bəs sizi də kim narahat edir? Yəni, sizdə də xəstəliklər travma ilə bağlıdır, sağalsaq sağalarıq. Mənə görə həm, yəni mənim bir çox müraciət edən xəstəliklərlə olan insanlar, əsasən allergiyada olan insanlardır. Yəni, birbaşa olaraq psixosomatik tərəfini sağaltmışıq. Yəni, adam əgər psixoloji olduğunu düşünürsə, onu sağaltmaq olur, amma tibbi olduğunu düşünürsə, gedib özünü tibbi müalicə elətdirir. Deyir, bu elmindir, adı nədir, onu deyirəm. Bu, yeni tərtib olunmuş Alman tibbidir. Alman tibbini, yəni psixosomatika tərəfidir. Deyir, 2 həftədən çoxdur ki, baş ağrısı olur, stressdən falan ola bilər. Ola bilər, əslində stressdən olsun, amma 2 həftədən çoxdur. Siz nə yaşamısınız ki, həm də baş ağrılar sizdə baş qaldırıb göstərir. Yəni, onu özünüzdə müşahidə eləməlisiniz və o duyğu sizdən keçib gedəndən sonra, o duyğunu buraxandan sonra o baş ağrıları da qalmır. Demək, bir dənə xanımla biz seans aparmışdıq. Gecələr onda baş ağrılarıdır, gəlirdi. Həmin o baş ağrıları onda əsasən gecə vaxtı gəlirdi. Qayıdıb baxmışdıq ki, uşaqlıqdan aslında onu istəmədiyindən qaynaqlanır bu. Və həmin o dəyərsizliyi ondan sağalandan sonra deyirdi ki, xroniki baş ağrılarım aradan qalxdı və həmin o dəyərsizlikdən əlavə özü sevmədiyi bir insanla
bir yerdə münasibətdə idi. Evli idi yəni. Murad deyir ki, salam. Salam. Ürək çatışmamazlığını sağaltmaq olar bu elmlə. Teorik olaraq həm sağaltmaq olar. Ürək çatışmamazlığı əslində onda psixoloji olaraqdırsa, əslində hə olar. Deyir ki, mən evdən çıxa bilmirəm, həyəcan basır məni. Niyə? Sosial fobiya. Sosial fobiyadan qaynaqlanan bilən bir şeydir ki, onun əslində aradan qaldırmaq olur. Sadəcə olaraq özünüzü hansı vəziyyətdə necə hiss etdiyinizə qayıdıb baxmalısınız. Adamlar olur ki, məsəl üçün kimisə mənim haqqımda nəsə düşünərdiyinə bayıra çıxa bilmir, birdən səhv eləyərəm, məni bəyənməzlər hər hansısa bir şeydən. Hə, onlarda sosial fobiya qaynaqlana bilir. Amma sən özünə güvənəndən sonra, özü olduğun kimi qəbul olunandan sonra artıq səndə elə bir sosial mühitdə bir təşviş, narahatçılıq olmayacaq. Deyir, mən də deyir, eləyəm, heç bir müalicə təsir etmir. Getdiyiniz müalicələr ola bilər, doğru müalicə olmayıb ona görə. Deyir, mən dəhşət telefon bağımlısıyam. Özünüzü qəbullanmayan bir insansınız, ona görə. Özünüzü qəbullanmırsınız deyənə davamlı, daha doğrusu telefon olmasa, televizor olmasa, hər hansı bir səs olmasa, beyninizdə bastırdığınız düşüncələr bir-bir üzə çıxır və başlayır sizi narahat eləməyə. Əsasən də bir telefon bağımlılığı beyni məşğul saxlamağa çalışmaqdır. Deyir, düzəlmə ehtimalı var. Əlbəttə ki, var. Deyir, yəni psixolojik olaraq deyəndə ki, yəqin ki, psixoloji olub ki, fizikdə nədənsə yaranıb da, həm düz başa düşmüsən. Yəni psixoloji olaraq nəsə bir problem olanda, demək olmuşdu elə bir adamda. Yəni onun özündə nə problemi idi ya? Uşaqlığında bilmirəm. Nəsə yaşanmışdı, yadımdan çıxmır. Yəni axır onda nəsə ürəyində bir problem yaratmışdı. Deyir və sosial fobiya. Sosial mühitdə yaşadığınız problemlər təşviş hissindən qurtulsaz, keçib gedər. Yəni sosial fobiya, məsəl üçün bir xanımla işlədim. Sosial fobiya ilə müraciət eləmişdi ki, onun altından çıxan səbəb başqa bir səbəb idi ki, uşaqlıqda anasının oğlu olmayıb deyənə, oğlan yerinə qız uşağı, həmin o qız dünyaya gəlib deyənə, onu oğlan kimi böyütməyə çalışıb və qız da anası tərəfindən sevgi görməkdən ötürü özünü oğlan kimi aparırmış və cəmiyyətdə özünü oğlan kimi göstərəndə insanların qınağından qorxduğuna görə insan üçün çıxa bilmirdi və bir yerdə öz orientasiyasını, öz cinsiyyətini qəbullana bilmirdi. Deyir, nə etmək lazımdır? Necə bir peşəkar yardım almalısınız, bir mütəxəssis yardım almalısınız. Yəni mənə və yaxud da mənim kimi bu şeylə məşğul olan bir mütəxəssisdən yardım alaraq sağala bilərsiniz. Deyir, həkim dedi ki, uşaq dünyaya gətirəndə olub, amma nəsə var imiş ki, yəqin tətikləyib də, hə? Əslində nəsə var imiş ki, tətikləyib. Ola bilər ki, ürək çatışmamazlığı onda əsasən ölüm qorxusundan da ola bilər. Bir çox qadınların özləri doğum sırasında ölümdən qorxurlar ki, həm onun uşaqlarını panik atak kimi ötürürlər, həm özləri də doğuş sırasında ölümdən qorxanda biraz sıxılma, ürək çatışmamazlığı yarana bilir. Deyir, psixoloq ehtiyac var. Mən psixoloq deyiləm, mən hipnoterapevtəm. Yəni probleminizi dərindən müşahidə edirəm, mən də sizinlə məşğul ola bilərəm. Deyir, 16 yaşım var, 2 ildir beləyəm. Başa düşdüm, əslində 2 ildə özünüzdə bu problemin tətikləndiyi anı müşahidə eləmişsiniz deyənə, həm də vəziyyəti keçirtmişsiniz, ancaq ki, sağala bilərsiniz. Gülü deyir, sevgilim deyir, şəhərə çıxır, deyirəm, hardasan, deyir, şəhərdəyəm, hər şeyin nöqtəsinə kimi deməliyəm. Əslində yox, yəni ki, sevgilin özünü niyə görə davamlı şübhələnəcəyi bir qadınla münasibətdə olub, həm özünü, həm qarşısındakının həyatını gec-gün yerinə qoyur və də ki, siz niyə görə, belə deyim də, tam özünüzdə sizi uşaqlıqda kimi idarə edib ki, sizi idarə edən bir avtoritar bir insana münasibətdəsiz. Yəni, o deməkdə heç kimdən maraqlanmalı deyil. Sadəcə, yəni, bir dəfə deyirsən, bir dəfə əminlik olandan sonra, hə, əgər sən doğrudan da hansı bir deyək ki, xəyanət eləmirsən, demək oğlanın özünün problemi var. Amma sən eləməmiş, nəsə eləməmiş, ancaq sənin şübhə ilə yanaşırsa, bu oğlanın öz problemidir. Yer düzgündür sizcə? Belə. O üzrə çox sağ ol yazdığına görə, biraz yazanda kəşfiyyat açılır onda. Prosta ki, sən öz adını nə qoyursan da, neysə. Ya da özünə para yığmağa çalışırsan kül boşluğa. Neysə. Deyir, yallah doktor, necəsiz?
Salam, yaxşıyam. Profildən tanımadım ama yazıdan xatırladım deyə Səmin xanımsız yoxsa yox. Belə, deyir doktor, deyir iş yerimdə deyir qadın kollektividir və dəhşət deyir ayaqdan çəkmələr, psixolojik baskılar var. Özümü deyir necə qoruya bilərəm. Özünüzdən o qorxularınız aradan qalxaraq nədən qorxursunuzsa və yaxud da işinizdən edilməkdən qorxursunuzsa, birdən işdən sizi atdırarlar deyə qorxursunuzsa, qorxularınızdan sağalaraq. Yəni lap sizi işdən qovsalar belə, yəni yaxşı işçiyə hər yerdə bir iş var. Ən azından sən qayıdıb onu şey eləməlisən. Onu öz şuuraltı izah eləyərək başa düşməlisən. Deyir şəhərdə olduğum deyir və deyir ki, niyə hər dəqiqə buradayam, oradayam deməliyim. Şəhərdəyəm deyir, amma harda olduğunu yox. Hə, onun özü deyirsə, hələ sizdən özünüzdən onu soruşur. Əslində düz deyir də, harda olduğunu bəlkə demək istəmir. Əgər çox ciddi hər hansı bir vəziyyət keçirirsinizsə, sadəcə o münasibəti dayandıra bilərsiniz. Əgər doğrudan da şübhələrinizdə haqlısınızsa, indi bir şey də var da, sən şübhələnirsən, amma sən şübhə duyğusu səndə olduğuna görə onu duya bilirsən. Qarşı tərəf sənə şübhə yükləmir axı. Şübhə duyğusu insanlarda olanda, ona görə həyatınıza mənasız, lazımsız insanları cəlb edirsiniz ki, o şübhələrinizdə haqlı çıxasınız deyənə. Alina deyir, yo. Yo nədir? Deyir... Salam, trixotillomaniyadan necə azad ola bilərəm? Trixotillomaniyadan azad olmaqdan ötürü, belə deyim də, o saç yolmaq vərdişinin, tük qopartmaq vərdişini ilk dəfə hansı yaş qrupunda yaşamısınızsa və hansı duyğunu keçirərək bədəninizə zərər vermişsinizsə, o duyğudan sağlaraq xilas ola bilərsiniz. Yəni ki, belə deyək də, eləsi olur ki, acığa öz saçını qopardır və yaxud da hər hansı özünü sakitləşdirmək üçün, stressdən başa çıxmaq üçün, kimisində saç yolmaq, kimisində dırnaq yemək, kimisində nə bilim dodaq əti qopartmaq, dırnaqların qırağına əti yemək, hər yerdə bir cür olur ki, həmin anda özünü stresslə başa çıxmaqdan ötürü özünü anı fokuslamağa çalışır. Və sizin özünüzdə hansı səbəbdəndirsə, yəni bir mütəxəssis yardım alaraq həm də siz o duyğunuzla mental olaraq üzləşdirib sağaltmaq olar. Deyir, pasiyentəm doktor, çalışıyorum, adam olmuşam. Deyir, işdən deyir, edinilmək yox, qızlar çox pis enerji verir, bu yaxşı olmur. Qızların verdiyi enerji sənin uşaqlığında hər hansı bir qadından aldığın enerjini sənə təkrarlayır, xatırladır. Ona görə onun enerjisi sənə çox ciddi təsir edir. O qadın sənin anan ola bilər, xalan ola bilər, bibin ola bilər. Hər hansı bir qadının duyğusunu sənə təkrarlayır. O baxımdan da qayıdıb baxmalısan ki, özündə müşahidə eləməlisən ki, o enerjiləri, o enerjidə olan adamları kimə bənzədirsən. Deyir, xeyr özü, bu arada deyir, fake'lərimi silmişəm. Bu da fake'dir də. Deyir, haqlıdır. Əslində həm haqlıdır, həm yox. Çünki oğlan özü mən tanımıram, amma bir yerdə doğrudan da, nə bilim, sizə necə hiss etdirir bu münasibətdə? Deyir, düzəlmə var. Düzəlmə nə dərəcədə olduğunu bilmirəm, amma ki, irəliləyiş olaraq işə başlamışsınızsa, demək bir yerdə öz məsuliyyətinizi boynunuza götürməyə hazırsınız. Deyir, anam bəy, anam istəmədiyim evliliyə məcbur etdi məni, indi də boşansam və məcbur anamgillə qalıram. Amma anamın üzünə baxmaq belə istəmirəm. Onu görmək istəmirəm. Çünki onun üzünə baxmaq istəmirsən, çünki onun haqlı olduğunu düşünürsən, yəqin ki, ona görə. Ya da ona haqq qazandırmaq istəyirsən bir yerdə, utanırsan ondan. Və yaxud da bir şey də var da, sən indi məcbur evləndirilmirsən, anava olan nifrətini onu görmək istəmirsən, amma ki, məcbur deyilsən ki, ona yaşamağa. Deyir, hayır doktor, anam. 2024-ün deyir, yayından bəri başlayıb və birdən-birə başladı. O vaxt deyir, keçirdiyim hissləri xatırlamıram. O vaxt keçirdiyiniz hissləri xatırlamırsınızsa, onu sizdə müşahidə eləmək olar və o vaxt keçirdiyiniz hisslər yox, uşaqlığınızdan gələn duyğu olur və bir yerdən sonra həmin o duyğu çox şiddətli şəkildə tətiklənəndən sonra özünü sakitləşdirmək üçün saç yolmaq vərdişi baş verir, özünü göstərir. Amma ki, yəni sağala bilən bir şeydir, simptomdur. Yox doktor, real akkauntumda. Adamlıq yolunda irəliləyirəm.
Deyir başa düşdüm, çox sağ olun. Dəyməz. Deyir panik atak gələndə deyir ölərəm hissi olur, amma bunu oxumuşduq bu yaxud dəqiqə. Deyir saç tökülməm artır, özümü güvənsiz hiss etdiyim dövrlərdə üst-üstə düşür. Bu təsadüfdürmü? Özünü güvənsiz hiss etdiyin dövrlərdə baxır, özgüvənsiz hiss etdirən hansı duyğu yaşayırsansa, nə yaşayırsansa bilmirəm, ondan qaynaqlana bilər, amma təsadüf deyil. Digər tərəfdən bir şey demək olar ki, saç tökülməsi əslində əsasən həm dəyərsizlik, həm də ayrılıq duyğusunun təzahür formasıdır ki, ayrılıq yaşayanda və yaxud hər hansı bir ayrılığı qəbul edə bilməyəndə qaynaqlanır. Deyir doktor, mənə zərər verəcək bir üçün münasibət üçün gəlmişdi, ona da yox dedim, artıq yox deməyə bacarıram. Mənə deyir, yol gedən yanımda olmasını istəmədiyim qıza da tək yol gedəcəyimi dedim. Super. İş yeri sahibi bu dəqiqə. İş sahibi deyir, bu dəqiq hitap etmişdi. Onunla da deyir, mən də belə danışa bilməzdim, mübahisə etdim, qazandım. Ciddəndirəm, məni başlar adamlaşmışam. Super. Möhtəşəm. Dəqiqə. Deyir, əllərim deyir, əsir davamlı olaraq stres keçirdəndən sonra sakit olduğum vaxtda belə çox nadir əlimdə əsmələr olur. Bunu sizcə nə adlandırmaq olar? Onu əslində həyəcanlanırsan, təşviş keçirəndə əslində bədənində gərginliyə baş verdiyinə görə əllərində çox ciddi titrəmə baş verir və əsasən stresli vaxtlarda keçirirsənsə o gərginliyi, yəni əl titrəməyini, bunun səbəbi əslində stresli vaxtında qorxularını yaşayarsan deyə qorxursan. Sakit vaxtda da yenidən əsəbləşib, yenidən əllərinin əsməyindən qorxursan deyə gərginliyi əslində bir yerdə özün yaradırsan ki və özün yaradırsan da əslində burada doğru cümlə olmalıdır. Sadəcə olaraq belə deyək də, nə yaşayırsansa onun təkrarlanmağından qorxursan. Salam, hər vaxtınız xeyir olsun. Salam, sizin hər vaxtınız xeyir olsun. Deyir doktor, mamı da falan qız kimdə hardan tanıyırsan deyə sıxmağa çalışanda sənə də mənim həyatımda dedim. Bircə deyir, anamın həyatına qarışmasının qarşısını ala bilmirəm. Nə qədər desəm də yenə eləyir. Ayıb olmaz, bu kim, o kim, mən də açıqlayıram. Sərhəd çəkməyə bacarmırsınız da, duyğu olaraq, mental olaraq o duyğunu buraxmamısınız. Deyir, unutqanlığım deyir, artıb, amma deyir, beynim deyir, sağlamdır deyirlər. Bəlkə yaddaşımı unutmaq üçün özünü qoruyur. Yaddaşını unutmaq üçün özünü qorumağa əslində həm doğru cavabdır. Əslində sualınızın özündə bir cavab var. Yaşadığın ağrı qarşısında ağrınmaq istəmirsən də beyni və dondurmaq, unutmaq əmrini verirsən, təlqinini verirsən də beyin bir yerdən sonra başlayır bütün yaddaşı silməyə. Durduğu yerə deyir, ürəyim tez-tez döyünməyə başlayır, boğazım, qolum, ayağım falan bir hissəsi döyünür. Aha. Deyir və güzgəyə baxanda görürəm gözümdəki döyünür, yoxsa özümdəki anlamadı buranı. Deyir, əslində eləyirəm, doktor, qadın dirəşib ki, səni idarə edən mənəm. Psixoloji olaraq onu buraxmadıqca, o səni yenə idarə edəcəksən, o insanı psixoloji olaraq buraxmamısın, ondan gedir söhbət. Deyir, eynisidir bacımdadır, bugün alçadım ki, kimsən, sən kim olmuşsan. Və şeyin sualına gəlmək istəyirəm. Burada deyir, güzgüyə baxanda deyir, özümdə deyir, görürəm, döyünürəm. Sən istənən halda özündə nəyə qəbullana bilmirsən ki, güzgüyə baxanda belə öz gərginliyin artır? Özünü niyə olduğun kimi qəbullanmırsan? Deyir, doktor, sizcə sevgi nədir? Sizcə sevgi nədir? Sevgi ilə insan özünü sevməyidir. Sən dostluğu da sevə bilərsən, yediyin yeməyi də sevə bilərsən, özünü də sevə bilərsən. Həyatın olan bir insanı da sevə bilərsən. Deyir, nömrədən yığır. Tema proqramı olanlar.
Dəqiqə. Deyir, migrenim var, deyir. İşıq gələndə, səs gələndə, yüksək səs olanda insanlar deyir, mənim üçün deyir, qıcıqlandırıcı gəlir. Bu həssaslığı aradan qaldırmaq olur. Olur. Migren gələndə, migren səndə niyə görə qaynaqlanırsa, onun psixoloji səbəbini qayıdıb tapıb həll eləmək lazımdır. Çünki migren problemi əslində çox individual bir seans olur. Hər kəsə səbəb eyni olmur. Yəni digər problemlər kimi. Yəni kimisində diqqət çəkməyə ehtiyac olur, kimisində nə bilim cəzalandırma proqramı olur, kimisindən bir çox səbəblərdən qaynaqlanır ki, sizdə də migren hansı səbəbdən qaynaqlanırsa, ona individual olaraq yanaşıb onu buraxmaq olar. Yəni ki, buraxmağınız mümkündür. Və demək birində var idi ki, migreni ancaq anası onu sevsin deyənə etmişdi. Uşaqlığında anasını çağırırmış, anası ona, yəni belə deyim də, məhəl qoymurmuş və anasını çağırmaqdan, anasının yanına çağırmaqdan başı ağrıdığına görə başlamışdı onda həmin başı ağrıyandan sonra qayıtmışdı anası onu qucaqlamaq, ondan sonra yaranmışdı onda ki, mənə ancaq ağrıyandan sonra gəlirlər qucaqlamağa, yəni mənə sevgi göstərməyə və onun özündə də o şey başlamışdı qaynaqlanmağa ki, evli idi, uşaqları da var idi və hər dəfəsində baş verirdi onda. Əsəbləşəndə yoldaşı onu öpüb sarılıb qucaqlayanda onun baş ağrısı keçib gedirdi və yoldaş tərəfindən diqqətsiz qalanda belə yoldaşla çox ciddi dava eləyirdi. Və bunun migren ağrısı oydu və birində də var idi ki, tənbəllik qorxusu idi. Anası yoxsa bilmirəm, kimsə ona tənbəl demişdi uşaqlıqda. Sən tənbəlsən, ancaq oturub istirahət edirsən. Qız özünə istirahət verməyə icazə vermirdi. Və onda ancaq mən başım ağrımalıdır, bir yerim ağrımalıdır ki, mən oturub istirahət eləməliyəm və onda migren simptomu başlamışdı ki, hər dəfə özünə istirahət verməli olanda pərdələri çəkirdi, qaranlıq otaqda otururdu və başlayırdı özünə istirahət verməyə. Yusuf baba yazıb, salam aleyküm, axşamınız xeyir. Salam Yusuf baba, sizin də axşamınız xeyir, xoş gəlmişsiniz. Deyir, Parkinson qorxusuyla yaşayıram. Əlamətlər deyir olmasa da qorxunun özü bədəni xəstələndirə bilərmi? Bilər. Sən niyə görə Parkinson olmaqdan qorxursan və nəslinizdə kim Parkinsondan dünyasını dəyişib, Parkinson xəstəliyinə yoluxaraq zülüm çəkib ki, onun genini götürməkdən qorxursan? İstənilən halda hər bir insanın bədənində xərçəng xəstəliyindən tutmuş, bir çox xəstəliklərdən tutmuş, həmin o xəstəliyin var, belə deyək də, vərəm çöpü belə var, onun toxumu olur. O genetik daşıyıcı oluruq. Amma ki, sən müəyyən bir hadisələri yaşayandan sonra sən elə bir hətta həyat sürə bilərsən ki, elə bir həyat yaşaya bilərsən ki, nə bilim, terapiya ala bilərsən, travmalarından sağala bilərsən ki, artıq o Parkinsonovu tetikləyəcək duyğunu yaşayıb Parkinsonu tetikləməzsən. Amma bir yerdə o duyğudan sağalmasan, davamlı olaraq o qorxu ilə yaşayaraq o qorxunu tetikləsəz, yəqin ki, ola bilərsiniz deyə düşünürəm. Amma ki, yəni istənilən halda hər bir insan bədənində o xəstəliklər olur. Və siz niyə görə qorxursunuzsa, o qorxudan sağalmalısınız. Deyir, qarnım tez-tez şişir, ağrıyır, analizlərim normaldır. Qarındakı şişmə nədən qaynaqlanır? Qarındakı şişmə əslində mədə qazı, köklərdən şişdiyini də bəzən vurğulaya bilirlər ki, onlardan ola bilər. Amma ki, sənin həzm eləyə bilmədiyin duyğular sənin mədəndə kök yaratmış ola bilər. Bu baxımdan da ola bilər düz fikirləşirsiniz, həzm eləyə bilmədiyiniz hisslər var. Deyir, Salam bəy, mənim bibim və əmimdə ürək xəstəsi oldu. Ola bilər, mən onlardan bu xəstəliyin kodlarını aldım. Ola bilər, amma ki, nəslin yaddaşını, karmik zəncirini qırandan sonra onların yaşadığı şeyi yaşamağa məcbur deyilsiniz. Yəni, mən ona görə deyirəm ki, bütün xəstəliklərin genetik kodlaması, genetikası, yəni ağrısı insanın bədənində olur. Nəsil yaddaşından ötürülür. Amma ki, sən həyatda elə bir həyat sürə bilərsən ki, yəni nə bilim, bir mütəxəssisdən terapiya alaraq sağalsan, yəni o nəslin karmik zəncirini qırırsan və təkrarlamırsan. Deyir, menopauza yaxınlaşdıqca narahatlıq və qəzəb hissim artır. Bədənim hansı dəyişikliklə barışa bilmir? Yaşlanmaqdan qorxursa əslində. Çünki menopauzası baş verən xanımlarda əslində olur, belə deyim də, aybaşı dövrü bitdiyinə görə artıq mən yaşlanmağa doğru gedirəmi qəbul oluna bilmirlər. Bu baxımdan da onlarda narahat olan səbəb olur. Qaqa eşitdim, AXP, nə AXCP-lisən? AXCP nə deməkdir?
Deyir, davamlı çənə sıxma, diş qıcırdatmağım var. Bu nədən ola bilər? Çənə sıxma, diş qıcırdatma əslində əsasən yuxu, belə deyim də, əsnasında sən normal həyatda bildirə bilmədiyin qəzəbləri göstərməyinə səbəb olan bir şey olur. Digər tərəfdən də ki, birində var idi, yatanda ancaq dişlərini qıcırdadırdı ki, həm ona bruksizm sindromu belə deyirlər. Amma o hansı vaxtdan hansı aqressiyasını, hansı kinini, nifrətini boğub sıxıb saxlayıbsa, həmin birbaşa neqativ duyğulardan qurtularaq onu saxlaya bilər. Xalq Cəbhəsi Partiyası. Deyir, dizlərim, deyir, oynaqlarım ağrıyır, yaşla, deyir, əlaqələndirirlər. Bəlkə, deyir, illərdir, deyir, dayanıb dözdüyüm həyatla bağlıdır. Bilmirəm, bəlkə də sual vermişsiniz, sual da özünü cavablamış əslində. Dizlərin ağrıları, ayaq ağrıları əslində bir də məsuliyyət qorxusudur ki, ya dayana bilmirəm dediyiniz kimi, də ki, məsuliyyət götürməkdən qorxursunuz ki, həmin o dayandığınız şeyləri son verməkdən də qorxursunuz ola bilər. Deyir, yediyim yeməkdən sonra günahkarlıq hissim olur və mədə bulantı, qusma. Bədənim nəyə qəbul etmək istəmir. Bilmirəm. Yeməkdən sonra günahkarlığın gəlməyə əslində bəlkə uşaq vaxt sən çox yemək yeyirsən deyə tanıyıblar. Psixoloq Vasif Muradzadəni tanıyırsan? Tutaq ki, tanıyıram və o sualları mənə niyə verirsiniz ki? Deyir, səhərlər oyananda dərhal yorğunam. Sanki deyir, gecə mübarizə aparmışam, yuxuda belə nədən qorunuram? Səhərlər yuxudan oyananda yorğunluğunun səbəbi əslində psixosomatik ağrılardır. Yəni, sən nə qədər yatsan da, nə qədər özünə istirahət versən də, ruhsal olaraq ruhi ağrılarının özü dincəlmir, aradan qalxmır. Sən onları tamamilə aradan qaldırıb dəyişdirəndən sonra sənin özünün ruhi ağrının bədənvə yansımağı da aradan qalxıb gedəcək. Bir dəqiqə. Deyir, hər şeyim var deyə şükür etməliyəm, yoxsa əldə edə bilmədiklərimə görə də mübarizə aparmalıyam. Hər şeyim var deyə şükür etməliyəm deyirsənsə, yəni amma dediyin yerdə demək sənin duyğusal olaraq hər hansı bir çatışmayan tərəfin var. Yəni hər halda əldə etmək istədiyin şeyin nə olduğunu bilmirəm, amma ona görə şükür eləməlisən, eləməli deyilsənmi? O qərarı özün verməlisən, çünki mən onu nə deyə bilərəm? Deyir, insanlar deyir, məni sakit və güclü tanıyır, bəs deyir, niyə deyir, tək qalanda deyir, ağlamaq istəyirəm. İnsanlara sən özünü güclü göstərirsən, axı sakit və güclü göstərirsən, yəni heç nə sənin vecivə deyilmiş kimi göstərirsən, amma istənilən halda sənin bastırdığın duyğuların, qorxuların, travmaların bir yerdə belə deyim də, dağılmaq istəyir. Dediyin kimi dağılıb onu buraxmaq istəyirsən. Və bu baxımdan da nəyi bastırırsansa, yəni o duyğuyla üzləşərək o duyğudan sağalmalısan. Çünki özünü güclü göstərmək kimi, xoşbəxt göstərmək kimi bir ehtiyacın olmamalıdır. Və bu bir yerdə sənin özünün zəif tərəflərini gizlətmək, zəif tərəflərinin bilinmək qorxusundan qaynaqlanır. Nicat deyir, salamlar. Salam, xoş gəlmişsiniz. Deyir, təriflənəndə deyir, utanıram. İnsanlar məni tənqid eləyəndə isə çökürəm. Tərifləyəndə utanmağınızın səbəbi bir çox şeydən ola bilər ki, sizi utandıraraq tərifləyiblər çünki. Amma tənqid olunmaqla da ki, sizi tənqid ediblər. Belə. Sual var burada. Nicat yazıb, necədir eksistental düşüncəni dəyişmək olar? Sualım düşmür. Yox, düşüb, prosto mən aşağı eləməmişdim, yeni gördüm.
Eksistensial düşüncəni dəyişmək üçün qayıdıb baxmalısan o düşüncə, o duyğu səndə niyə görə var və sənin hansı duyğun var ki, sən bir yerdə həyatda öz yerini belə deyək də tuta bilmirsən və bir yerdə nələrsə sorğuluyursan. Yəni o düşüncə sənin özündə varsa, demək bir yerdə sən həyatdan nə istədiyi və nə gözlədiyini bilmirsən. Həyatda doğru qoyduğun, qurduğun bir məqsədin yoxdur və yaxud da ki, öz məsuliyyətlərini boynuna götürməmisən deyənə o düşüncələr sənin beynində səni yeyib bitirir. Amma ki, həmin o düşüncələrdən qurtulmaq olar. Sadəcə həmin o duyğu, hansı duyğudursa səndəki o düşüncəyə səni vadar edirsə, o duyğudan qurtularaq dəyişə bilərsiniz. Deyir, hər kəsin dərdini dinləyirəm, amma öz dərdimi deyəndə səsim çıxmır. Əslində öz dərdinizi belə deyim də bastırmısınız və yaxud da öz probleminizdən utanırsınız, yəni başqalarının problemlərini dinləyərək öz daxilinizdəki ağrını sakitləşdirməyə çalışırsınız. Yəni ki, o baxımdan da yəni bir yerdə o ağrını deməkdən, ağrını ifadə etməkdən qorxursunuz. Yəni əslində özünüzü öyrənməyə, özünüzü rahatlaşdırmağa çalışırsınız. İllərlə deyir ailə üçün yaşamışam. İndi özümə baxanda tanımıram. İllərlə ailən üçün yaşamısan, çünki həyatının mərkəzində ailən olduğunu düşünürsən. Amma anlamırsan ki, ailə yəqin ki, burada ana atadan gedir də söhbət. Amma onlar bir gün dünyasını dəyişəndən sonra bəs sənin belə deyim də həyatının məqsədi, mənası nə olacaq? Deyir, çox şeyin deyir mənasının mənasızlıq olması düşüncəsi. Əslində bir yerdə gerçəkliyi axtarırsan və mənasızlıq olduğunu düşüncə əslində nə bilim ya həyat boşdur, insanlar belədir, insanlar güvənsizdir, nə bilim hər şey saxtadır, hər şey sünindir, proqram olur ki, sən davamlı o şeylərə inanırsan bir yerdə, amma ki həyatın mənası var, amma sən öz həyatda varoluşunu qəbullansan, öz varoluşunun mənasını qəbul edəsən, o mənasızlıq hissi də aradan qalxacaq. Çünki bir yerdə özünüzü olduğunuz kimi qəbullana bilmirsiniz. Deyir, adi bir sözdən, hərəkətlərdən halın pis olması məyusluq. Uşaqlığınızda hansısa bir şeylə sizin qəlbinizi qırıblar. Yəni, həmin o uşağın qəlbi həssasdır və hər hansı bir insana xırda sözü belə sizin ağrınızı tətikləyə bilir. Deyir, nihilizmin bir addımlığı deyil. İstənilən halda hansı olursa olsun fərqi yoxdur. Ya sən özü olduğun kimi qəbullanıb, öz varoluşunu tam anlayandan sonra, mənasını dərk edəndən sonra həmin o problemin aradan qalxır gedir. Var olunaraq bir məna axtarmaq metafizik inancı köklənir sadəcə. Öz sualınızda belə deyim də, o ağrının haradan qaynaqlandığını tapmaq olar. O ağrının hardan qaynaqlandığını tapmaq üçün uşaqlığınıza qayıdıb baxmaq lazımdır. Uşaqlığınızda sizi ilk dəfə kim qəlbinizi qıraraq sizi kövrəldibsə, sizi incidibsə, o həssaslıqdan, o duyğulardan sağalaraq qurtula bilərsiniz. Nicat, sadəcə sən özünün var olduğunu qəbullanaraq belə deyim də o vəziyyətdən çıxa bilərsən. Çünki istənilən halda insansan və bu dəqiqə mənə yazırsansa, demək həyatda varsan və hər hansı bir enerji alış-verişindəsən. Amma istənilən halda bunu qəbullanmırsansa, orada başqa bir səbəb axtarmaq lazım deyil. Sadəcə özünüzü qəbullanmalısınız. Deyir, depressiyanın əlamətləri. Depressiyanın əlamətləri halsızlıq, yatıb durandan sonra ağrıların keçməməyi, ondan sonra nə bilim, əvvəl elədiyin şeylərə qarşı həvəsinin düşməyi, motivasiya azlığı. Deyir, onlayn seanslar qiyməti. Mən seanslar barədə məbləği canlı efirdə səsləndirmirəm. Ancaq ki, əgər istəyirsinizsə, onlayn konsultasiyada iştirak edə bilərsiniz. Onlayn konsultasiyada sizin probleminizin dərinliyini, həssaslığınızın dərinliyini müşahidə edərək sizinlə ortaq bir məxrəcə gəlib seanslar barədə məbləğdə danışıb seansı keçid edə bilərik. Deyir, varsan, var olmaq nə məna qatır? Sən özünün həyatının məqsədini bilmirsən deyən ona görə. Mənim var olmağım insanları sağaltmağa, özümü daha da təcrübəmi artırmağa, yəni qatır. İnsan özünün dəyərini biləndən sonra öz ətrafı dəyəri qatır. Ancaq ki, sən özün zaten negativ düşüncədəsənsə, onu dəyişmək istəmirsənsə, ancaq belə deyim də, indi kobud səslənəcək, amma kör kimi tutduğu buraxmırsansa, yəni onun üçün başqa nə edə bilərsən ki? Deyir, sosial fobiya deyir, müalicə olunmasa nə ilə nəticələnər? Sosial fobiya müalicə olunmamışdan qabaq hansı əlamətləri hiss edirsinizsə, həmin əlamətlərə məruz qalmağınıza nəticələnəcək. O zaman ümumbəşər məna yoxdur. Bax, indi sənə bir şey deyim də, ümumbəşər mənanı, dərin fəlsəfəni araşdırmağa bilirsən insanın nə qədər vaxtı, nə qədər ömrü gedər ki, sən yəni istədiyin bir
ortaq məxrəcə gəlib çıxa bilməzsən. Çünki o bilinməzliyin içində insan özü savrulub, yox olub gedə bilər. Yəni sən sadəcə sənə verilən həyatı yaşamaq yerinə sən səndən əvvəl gəlib dünyadan köçüb gedən insanların həyatını araşdırmaq üçün, yəni sənin nə qədər ömrün, vaxtın, enerji resursun olar ki, onları araşdırasan. Yəni ki, sən özünün mənasını dərk eləyən, öz mənavı dərk eləyəndən sonra digər insanların mənalı olub olmadığı sənə maraqlı gəlmir. Konsultasiya nə vaxt olacaq, o dənişlidir. Siz əlaqə nömrəsi var bizim səhifədə bioqrafiyanın altında. Ya əlaqə nömrəsinə, ya da ki, direktdən müraciət edə bilərsiniz. Sizinlə konsultasiya barədə daha dərindən bir məlumat veriləcək və hal-hazırda ödənişsizdir. Uzer deyir, əhsən. Mən deyir, adam görəndə az qalıram, öləm. Çünki sizi adamla qorxudublar ona görə. Yəni ki, xala sənə baxar, əmi sənə baxar, nə bilim, belə elə. Ona görə də o duyğu sizdə var. Tamam, o zaman ye-içə çoxalaq təkamül edək və ölək, xoş yayınlar. Əlbəttə ki, elə olmalıdır. Yəni kim dünyanın ucundan tutub dayanır ki. Sizə də xoş günlər arzulayıram. Sağ olun. Belə. Deyir, varmı artdıran başqa? Başqa sual olan var? Deyir, emosiyalarımı deyir, adlandıra bilmirəm. Var ya da yox kimidir. Nə vaxt olmuşam. Emosiyalarımı adlandıra bilmirəm deyə bir şey olmur. Sadəcə emosiyaları belə deyim də şey eləyə bilirsən. Adlandırmaq istəmirsən, fərqinə varmaq istəmirsən və emosiyalarından qaçırsan. Aha. Deyir, bir gün deyir, mübahisə edərik. Belə bir şey deyim də, mən sizə burada fikrimi bildirdim. Ancaq ki, siz yəni belə deyim, tutmuşsunuz ancaq ki, o negativlərə fokuslanırsınız. Yəni ki, belə deyək də, mən hamı üçün deyiləm. Sən əgər o müsbət düşüncəyə gəlmirsənsə, mənim ehtiyacım yoxdur sənin müsbət düşüncəyə zorla gətirməyə. Əgər bir yerdə onu buraxmaq istəyirsənsə, mübahisə, münaqişə, onların heç biri yox, sadəcə normal bir ortaq məxrəcən, söhbət eləyə bilərik. Ancaq ki, belə dərinliyi araşdırmaq kimi mənim bir şeyim yoxdur. Deyir, sosial fobiya deyir, nədən yaranır? Sosial fobiya yaranmağı bir çox səbəbdən qaynaqlanır ki, məsəl üçün, elə bayaq ondan danışırdım efirin əvvəllərində, bilmirəm, onda efirdəydiniz yoxsa yox. Xanım sosial fobiya ilə bağlı müraciət eləmişdi mənə. Xanımın sosial fobiyasının altından çıxan səbəb tamamilə ayrı bir səbəb idi ki, xanımın anası oğlan uşağı dünyaya gətirmədiyinə görə öz qızını oğlan kimi böyütməyə çalışıbmış və qız da öz qadınlığından inkar edərək anasının oğlan kimi, onun prioritet kimi çəkdiyi rol modelini canlandırmağa razı olub ki, ona sevgi göstərsin və o rolla, o oğlan kimi aparmaqla özünün cəmiyyət tərəfindən qəbul olunmayacağından qorxurdu və cəmiyyətdə oğlan kimi göründüyünə görə özünü narahat hiss eləyirdi. Və bu baxımdan da sosial fobiyası onun oradan elə qaynaqlanırdı ki, öz qadınlığını qəbul oluna bilmirdi və ona görə də bir çox səbəbdən qaynaqlana bilir. Yəni, hər kəsdə individual olur və ilkin olaraq da ki, sosial mühitdə sən hansı, belə deyim, utancı, qorxunu, hissi yaşamısan və yaxud da kimin səni dəyərləndirəcəyindən, pis dəyərləndirəcəyindən qorxursansa, o inanclardan qaynaqlanır, o duyğulardan qaynaqlanır ki, əsasən də Sovet dövrünün gələn proqramları olur. Sovet dövründə insan insandan qorxur proqramı, yəni ki, heç kimlə danışma, nə bilim, tanımadığın adama salam vermə, belə eləmə, elə eləmə. O mühitdən gələn bir duyğu olduğuna görə onlar bizim nəslimizin, nəsildən gələn genetik yaddaşı olaraq hopur. Və sən həmin nəslin o genetik zəncirini, karmik zəncirini qırandan sonra, artıq o sosial fobiyalı olan duyğuları qaytarandan sonra sənin sosial mühitlə olan bir narahatçılığın da aradan qalxır, gedir. Canan bəy, siz bu sahəni hansı ixtisas üzrə oxumusunuz? Yəni ki, sizdə tam psixologiya deyil. Məndəki psixologiyadır, amma ki, psixologiya deyil. Yəni, mən hipnoz akademiyası məzunuyam. Birbaşa olaraq insanın şüuraltısını öyrənən bir elmdir ki, bu halbuki hətta şamanizmin özü, hipnozun yəni kökü şamanizmdir ki, şamanlar ruhun müalicəsini tərtib ediblər. Yəni, sənin ruhundakı ağrı müalicə olunandan sonra sənin psixoloji problemlərin də aradan qalxır. Yəni, sənin psixoloji olaraq müayinə eləmək, nə bilim, belə deyim də, o düşüncə ilə, bu düşüncə ilə və yaxud da mən gözələm, mən yaraşıqlıyam, mən belə eləməliyəm düşüncələri insan beyninə tam dərin şey olmur, işləmir. Ancaq ki,
şuuraltı proqramlar dəyişəndən sonra, şuuraltı duyğuların dəyişəndən sonra həm də şey aradan qalxır gedir. Deyir, Azərbaycanda bu tam yayılmayıb bilirəm. Bəs mən bu sahəni hardan öyrənə bilərəm? İnternetten araşdıra bilərsiniz, özünüzə uyğun gördüyünüz bir təhsil yerini seçə bilərsiniz. Yəni ki, nə bilim, ya Azərbaycanda və yaxud da xaricdə, Moskvada, Amerikada hara təhsil almaq istəyirsinizsə, qayıdıb orada təhsil ala bilərsiniz. Salam, depressiyadan əziyyət çəkirəm və sualınız nədir bəs? Mum nədir? Mum. Deyir, bəs sizdən onlayn dərslər də almaq olar, ya sadəcə seanslar keçirsiniz? Onlayn dərslər də ala bilərsiniz, seanslar da keçmək olar. Yəni ki, istənilən halda sizinlə konsultasiya aparılmalıdır. Sizin özünüzün psixoloji probleminiz öyrənilməlidir. Yəni, belə deyək də, hipnoz çox təhlükəli bir manipulyasiya növüdür ki, onu hər insana da öyrətmirik. Və bu baxımdan sizin özünüz də sağlamalısınız ki, həmin o alacağınız dərsi tam dərindən anlayasınız. Yəni, belə bir şey deyim də, sən özün tam sağalmamış bir pasientlə belə oturub söhbət eləyə bilməsən. Çünki istənilən halda onun ağrısı əgər sənə rezonans eləyirsə, yəni istənilən halda ona verəcəyi nəticə sağlam olmur. Bu baxımdan da yəni eləyə bilərik, necə istəyirsinizsə. Müalicədir alıram, keçmir. Doğru müalicəni almırsınız, ona görə. Doğru müalicəni alsaz və depressiyası yaradan duyğu sizdən sağalıb getsə, depressiyası aradan qalxacaq. Çünki depressiya əslində bədənin yuxuya keçməyidir, yuxu rejiminə keçməyidir ki, ruhunuzun yaşadığı ağrıya qarşı bədəni söndürməkdir. Yəni əvvəlki kimi belə deyim də, gündəlik aktivitetlərə və çox motivasiya ilə yanaşa bilmirsən, həvəssiz yanaşırsan, hər hansı əvvəl elədiyin şeyləri bu indi eləyə bilmirsən. Yəni keçmişdə ilişib qalmısan. Səni ilişdirib saxlayan duyğu səndən sağalandan sonra yəni probleminiz keçib gedəcək. Deyir, çox sağ olun. Dəyməz. Deyir, yemək yeyəndə bir anlıqdır, rahatlayıram, sonra deyir, boşluğumu qayıdır. Mən əslində deyir, nə ilə doymaq istədiyimi belə anlaya bilmirəm. Əslində yeməklə doymağa çalışmaq, duyğu qarşılamağa çalışırsınız. Yəni bir yerdə duyğu yeyirsiniz. Yəni istənilən halda belə deyək də, uşaq vaxtı ən azından üstüvə ağladığına görə səni şokoladla sakitləşdiriblərsə, sən indiki anda da depressiyada olanda özünü şokoladla sakitləşdirməyə çalışacaqsan. Yəni istənilən halda bu baxımdan həmişə deyirik ki, ağlayan uşağa şokoladla, konfetlə sakitləşdirmək psixoloji olaraq cinayətdir. Və bu baxımdan da sən qayıdıb həmin o yediyin qidalarla hansı duyğunu qarşılayırsansa və hansı duyğundan qaçırsansa, hansı duyğunu sakitləşdirməyə çalışırsansa, həmin o problemlərin sənin özünə mental olaraq sağalsa, yəni çox yemək istəyi də aradan qalxacaq. Yəni olmuşdu elə bir xanım ki, ancaq yeməyi stolda oturub yemirdi. Gedirdi peçin qırağında, yəni ocağın qırağında ancaq qazanı açırdı, çörəyi batırıb orada yeyirdi və o yediyi anda gəldi, bədəninə ötürülən rahatlığı belə elə şeylə danışırdı ki, yəni o anda deyir, mən deyir, çox rahat olurdum, nə bilim, çox iştahla yerdim və özümdə olmurdum. Ancaq duyğularıma fokuslanırdım, rahatlığıma fokuslanırdım ki, sanki özümdə deyildim. Yəni bir yerdə demək, həmin o qızın özünün əslində aqressiyasını bastırmaq idi onun şeyi. Yəni bir yerdə duyğularını ifadə edə bilmirdi və duyğularını sakitləşdirib rahatlatmağından ötəri həmin o çox yemək vərdişi onda dadını onu özünə sakitləşdirirdi. Deyir, telefonun deyir, əlimdən qoya bilmirəm. Sanki deyir, səssizlikdən qaçıram. O səssizlikdə deyir, nə var? Telefonu əlindən qoya bilmirsən, çünki o səssizlikdə özünü qəbul oluna bilmirsən, tək qalmaqdan qorxursan və ona görə beynini məşğul saxlayaraq həmin o qorxularından qaçmağa çalışırsan ki, bu da bir yerdə qaçış növüdür. O səssizlikdə nə varsa, onu ancaq özün bilirsən. Nədən qaçdığını ancaq özün bilirsən. Deyir, həddindən artıq deyir, işləyirəm, dayananda narahat oluram, yorğunluqdandırmı, yoxsa qorxudan? Həddindən artıq işləyirsiniz, nə işləyirsiniz ki? Yəni, davamlı olaraq çalışırsınız, nə edirsiniz ki? Qorxu ola bilər ki, işləmədiyin anda, yəni davamlı məşğul görünmədiyin anda olan qorxu, tənbəl görünmək qorxusu olur, danlanmaq qorxusu olur. Deyir, spirt məni rahatladır, amma səhər utanc qalır. Mən nəyi unutmaq istəyirəm sizcə?
Amma başımda da en qədər fikir var, bilmirəm nədir. Nədən qaçmaq istəyirsinizsə, əslində belə deyim də, spirt dediyiniz alkoqoldan nəzərə alırsınızsa, yəni alkoqol asılılığı, narko asılılığı istənilən halda bir yerdə ruh ağrısını sakitləşdirməyə hesablanıb. Yəni sağlam bir insan, psixoloji olaraq ağrısız sağlam bir insan narkotikin dadına, nə bilim, spirt içkinin dadına baxmaqla kifayətlənə bilər. Çünki o insanın ruhunda ağrı olmadığına görə buradakı ağrı, yəni dəyərsizlikdən, uşaqlıqda ən basitindən deyim ki, valideyn tərəfindən qəbul edilməyib, sevilməməkdən qaynaqlanır. Ən azından məsəl üçün valideyn uşağına görə abort etmək istəyibsə, abortdan sonra anan dönübsə, bu da bir yerdə ruh ağrısına çevrilir və ruh ağrısı olaraq təzahür eləyir. Və bu baxımdan da hansı ağrını sakitləşdirmək istəyirsinizsə, ağrınızı sakitləşdirməyə başladığınız ərəfədə dozanı hər dəfə daha da artırırsınız. İstəyir spirtin, istəyir narkotikin. Və hər dəfə belə deyim də, sonra spirtin də narkotikinə təsir keçəndən sonra ruh ağrınız daha da başlayır dərinləşməyə və o sizdə bədən ağrısı olaraq özünü göstərir. Elə bilirsiniz, bədəniniz ağrır, amma bastırdığınız duyğular ağrıyır. Qız sevgili, mən türklərlə danışmıram, türklər nəsə boş bekar gəlir mənə. Azərbaycan adından hesab açırlar. Neysə. Deyir, salam, oğlumun 15 yaşı var, özünü uşaq kimi aparır, yoldaşları ilə münasibət qura bilmir, onun da məsləhət. Uşaqlar özünü uşaq kimi aparmaq əslində böyüməkdən qorxur. Psixologiyada ona Peter Pan sindromu deyirlər ki, həmin o uşaq böyüməkdən niyə görə qorxur və hansı tanıdığı böyük bir insanın pis bir həyat yaşadığını görüb ki, onun kimi olmaqdan qorxurdan gedir söhbət və digər tərəfdən də ki, əsasən o qorxunun altında yatan bir səbəb olur ki, uşaqlığını istədiyi kimi doya-doya yaşamayıb deyənə olur. Və yoldaşları ilə özünü münasibət qura bilmirsə, demək məktəbdə bullying yaşayır və uşaqlar onu dışlayırlar deyənə uşaqlarla rahatçılıqla açılıb saçıla bilmir. Və bir yerdə əgər onu sizə tam açıqlığı ilə demirsə, demək sizə zaten güvənmir və siz sağlam güvəni onu formalaşdıra bilmirsiniz. Ona məsləhət yox, sadəcə bir mütəxəssis yardım almağını tövsiyə edirəm. Posttravmatik deyir, stres pozuntusu insan özü yenə bilərmi, yoxsa mütəxəssis yardım almalıdırmı? Mütəxəssis yardım almalıdır. Özünü yenib yenməməyi mən bilmirəm. Deyir, riskli qərarlar verəndə deyir, canlı hiss edirəm özümü. Təhlükə deyir, mənə deyir, niyə həyat kimi gəlir. Riskli qərarlar verəndə əslində, yəqin ki, fikir vermişsiniz də bir çox insanlar adrenalinli attraksiyonlardan daha çox istifadə edirlər ki, əslində sizin riskli qərar verəndə hiss etdiyiniz canlılıq, xoşbəxtliyin özü adrenalin hissidir. Adrenalin yaşayaraq var olduğunuzu qəbullanmaq istəyirsiniz, var olduğunuzu hiss eləmək istəyirsiniz. Yəni bir yerdə öz həyatınız çox monotondur və yaşadığınız duyğularınız çox donmuş bir şəkildə olub və özünüzü məqsədsiz görürsünüz, özünüzü donmuş dünyadan xaric hiss edirsiniz və özünüzü ana qaytarmaq üçün həyəcan yaşayaraq canlı olduğunuzu, var olduğunuzu hiss eləmək istəyirsiniz. Sənan bəy, boşanmaq mütləq travma yaradır uşaqda. Boşanmaq uşaqda travma yaratmağı valideynlərin hansı, nə cür yolla, belə deyim də, boşanmağından gedir söhbət. Yəni ki, istənilən halda valideyn əgər uşağından boşanıb, ata da, ana da bunu normal şəkildə uşaqlarına bildirə bilərsə və yaxud da uşaq psixoloqundan məsləhət alaraq uşaqlarına bunu doğru şəkildə etiraf edə bilərsə, orada uşaq travma alınır. Deyir, mütəxəssis deyərkən psixoloqa. Yəni, mütəxəssis psixoloq da ola bilər, psixiatr da ola bilər, mənim kimi hipnoterapevt da ola bilər, nevropatoloq da ola bilər. Yəni, seçim sizindir. Uşağınızı kimə aparmaq istəyirsiniz, seçimi özünüz verirsiniz. Deyir, sosiallaşa bilməyən insan bunu etmək üçün bu qorxunun üstünə mi getməlidir, yoxsa başqa bir yol yoxlamalıdır? Qorxunun üstünə getməyi mən çox yoxlamışam. Məsəl üçün ki, qorxunun üstünə getməklə qorxunu həll eləmirsən. Məsəl üçün, tutaq ki, qaranlıqdan qorxursan. Ən bəsit bir qorxu deyil, qaranlıq qorxusu olur. Qaranlıqda əslində qorxmaq, qaranlıq qorxusu deyə bir şey olmur. Qaranlıqda yaşadığın qorxunun təkrarlanmasından qorxursandan gedir söhbət və bir yerdə tutaq ki, psixoloq nə deyir? Deyir, qaranlıqdan qorxursansa, get işığı söndür, otur qaranlıqda, görəcəksən ki, qorxulu heç nə yoxdur. Yəni ki, onu mən də eləmişəm. Qaranlıq qorxusu məndə də olub, onu mən də yoxlamışam ki, qaranlıqda əslində beynimin heç bir şeyin var olmadığı təsəvvürünü yaradıb. Amma ki, qəfil işıqlar sönəndən sonra nə oldu? Sonra qayıdırsan, əvvəlki qorxun başlayır pırtlayır, çıxır özünü göstərməyə. Yəni, söhbət ondan gedir ki, sən işığı söndürüb qorxunun üstünə gedəndə, beyin onu özü idarə elədiyi vəziyyətdə, şəraitdə o qorxusunu yendiyini düşünür. Amma ki, sən qəfil baş verən bir hadisədə şüuraltı limbik beyində avtomat reaksiya olaraq yenə qorxuyu çıxardıracaq ki, bəs nə oldu, biz sağalmışdıq, bəs biz böyümüşdük. O qədər adamlar olurlar ki, 2 kişidir, 40-50 yaş var, avtoqəza törədir və
bir dənə qorxusu çıxır özü, nə bilim panik atak tutur onu. Yəni söhbət ondan gedir ki, zaten bu uşaqlıqda ölümdən qorxurdu və böyüməyi sağalmaq kimi görür. Yəni artıq böyümüşəm, 2 kişiyəm, belə mən heç nədən qorxmuram, ora bura belə. Artıq o qorxandan sonra qorxusu ortaya çıxır. Yəni bəs nə oldu, nə bər? Bəs biz sağalmışdıq, bəs biz böyük idik. Və bu baxımdan da şuuraltının qorxuları uşaqlıqdan gələn qorxular olur ki, həmin o qorxunun ilkin gəldiyi ana qayıdaraq sizə sağaltmaq lazımdır. Yəni sosiallaşa bilməyən insan da sosial mühitdə hansı çətinliyi yaşayırsa, o çətinliyi aradan qaldırmalıdır. Məsələn, əgər sən özü olduğun kimi qəbullanmırsansa, sosiallaşmaqdan da qorxursan ki, sosial mühitdə səni də qəbul eləməzlər və yaxud da yanlış anlayarlar, səni tənqid edərlər qorxusu olur. Bu baxımdan təbii ki, bu hər kəsdə individualdır. İndi burada kiməsə onu tam damğalamaq olmaz ki, sən beləsən, sən eləsən. Sadəcə olaraq hər kəsin ruhuna individual olaraq yanaşmaq lazımdır. Çünki hər kəsdə fərqli səbəblər var. Uzer deyir, salam Sənan bəy, necəsiz? Salam, yaxşıyam, yaxşı olasınız. Xoş gördüm, axşamınız xeyir olsun. Mən də sizə xoş gördüm. Deyir, boşanmışam, uşağıma tək baxıram. İçimdə qorxum var, uşağım böyüyəndə məni atar. Uşağınıza siz niyə gələcəkdə investisiya kimi baxırsınız ki? Uşağın səni niyə atmağından qorxursunuz? Niyə görə tərk edilməkdən qorxursunuz ki? Yəni demək, siz bir yerdə uşağı gələcəyə şəxsiyyət kimi yox, ancaq sizə baxar, yaşlananda sizə baxsın deyə böyüdürsünüz. Niyə uşağınızı o pislik eləyirsiniz ki? Və bir yerdə əgər həmin o uşağın özü oğlan uşağıdırsa, gələcəkdə qaynana və gəlin düşmənçiliyi yaşayan bir qaynanaya çevriləcəksiniz. Gəlinizə qısqanacaqsınız oğlunuzu. Deyir, evlənəndə qız tərəfə yıxılmasın, tək Allah saxlasın. Qız tərəfə yıxılanda nə olur ki? Yəni, çox üzr istəyirəm də, yəni cinsi münasibətdə anasına yaşamalıdır. Deyir, özümdən qaçıram mən Sənan bəy. Qaçmayın onda özünüzdən, özünüzlə üzləşin. Cavabladığınız üçün deyir, təşəkkür edirəm. Dəyməz. Atasının səhvlərini bilməz, evliliyi baxımından yox. Siz əslində uşaqlıqda özünüz ata travması olaraq və yaxud da hər hansısa bir qarşı cinsdən travma olaraq böyümüsünüz və bir yerdə öz məsuliyyətinizi, öz, belə deyim də, öz ərvinizdən gözləmişsiniz və əriniz də sizi yarı yolda qoyub uşaqlığınızda aldığınız kişi rol modelinin travmasını sizə təkrarlayıb və bu baxımdan da siz öz oğlunuzu şuuraltı olaraq ər olaraq sarılırsınız ki, bunu da eləməyin. Çünki bir yerdə uşağın çox ciddi şəkildə həyatını korlayır ki, hətta ensest münasibətə qədər gətirib çıxardır. Brent Filter deyir, axşamınız xeyir. Salam, sizin də axşamınız xeyir. Yıxılıb anasını ata bilər. Valideyn sağlam valideyndirsə, onu heç bir uşaq atmır. Və Azərbaycanda bizi yükləyirlər. Anaya ataya uşaq baxmağa məcbur deyil. Xeyr, baxmağa məcbur deyil. Zaten valideyn sağlam valideyndirsə, uşağın içindən gəlir baxmaq. Yəni məcbur içindən gəlmədən kəfarə verilmiş kimi verilmiş, pulu vermir. Və yaxud da hər hansı mənəvi dəstək olmur. Deyir, münasibətlərdə deyir, dram olanda deyir, özümü deyir evdə kimi hiss edirəm. Çünki bütün münasibətlərinizdə, dram yaşadığınız bütün münasibətlər sizin uşaqlığınızda ana-atanızın davasını sizə xatırladır. Deyir, özümü daim tənqid edirəm. Sanki içimdə deyir, bir səs var, bu səs kimindir? Özünü tənqid elədiyin səs əslində sənin valideynlərin və yaxud da uşaqlıqda 7 yaşına qədərki dövrünüzdə olan sizi tənqid edən qohumların, ailə içərisi bir insanların səsidir. Məsəl üçün, səndən böyüyəndə heç bir zibil olmaz, sən heç bacarmazsan deyiblərsə, heç nə. Böyüyəndə sən də hər hansı bir uğra addım atmağa başlayanda deyirsən, heç mən bacarmaram, başlayacaqsan demək. Yəni, bu baxımdan onu deyən sən deyirsən, sənin şuur altındakı hər hansı bir boşboğaz bir insanın səsidir. Deyirəm, bəlkə düzgün böyütmərəm uşağı. Zaten belə qorxa-qorxa böyütməyinizdə də bir yerdə düzgün eləmirsiniz. Çünki, yəni, uşağı düzgün böyütməyiniz üçün özünüz valideyn olaraq sağlam olmalısınız. Evli olan və şiddət görən biri evliliyin ilk illərində qurtulmağa çalışsa da alınmayıb və sonra daha da ana atı necə ki uşağa baxmaq borcudursa, övladın da borcudur valideynə baxmaq təbii ki. Xeyr, mən razı deyiləm o fikirlə. Ana ata uşağı dünyaya gətirəndə yaşadığı cinsel münasibətdəki zövqü və yaxud da ana ata olmaq arzusunu, məsəl üçün ana olmaq zövqünü, ata olmaq zövqünü yaşayırsa, onun o anda uşağı ilə bir bağı olmur. Uşaq dünyaya gələndən sonra uşaqla duygusal bağı qurur. Yəni burada söhbət ondan getmir, borcludur. Yəni həmin o ana ataya baxmaq borcludur düşünən insanların hamısı ana atasını sevmir. Əmin ol ki, bir yerdə ay Allah, kaş anam öləydi, kaş atam öləydi deyərək dua edən insanlara çevriliblər və bu baxımdan bu məcburiyyətin özü bir yerdə insanlara yəni uçuruma aparır. Söhbət ondan gedir. Bəyim xanım başqa heç nə yazmadı orada.
Sualın ardı gəlmədi. Deyir. Emin Dadaşov yazıb, salam aleyküm. Aleyküm salam. Düzgün övladdan gedir söhbət. Mənim beynimə gic-gic fikirlər gedir. Düzgün, anormal övlad necə olur ki? Düzgün övladdan gedir söhbət deyirsən. Anormal övlad necə olur? Və söhbət ondan gedir ki, tərbiyəsiz uşaq necə bir şeydir? Hər uşaq öz evini əks etdirir. Yəni söhbət ondan gedir. Yəni əgər uşağın qanından gəlirsə deyirlər, tərbiyə qandan gəlir. O qan kimdən gəlir? Bəs yerdən çıxmış analtıdan gəlir də. Deyir, mənim beynimə deyir gic-gic fikirlər gəlir. Nə kimi fikirlər gəlir? Axşamınız xeyir doktor. Salam, xotanızın axşamınız xeyir. Mən demirəm uşaq mənə baxsın, gələcəkdə arvadın yox məni seçsin. Mənim qorxum atası bizi atıb və uşaq da böyüyəndə kimin səhv düz olduğunu bilsin. Siz əslində uşağınızın sizi haqq qazandırmağını gözləyirsiniz, amma uşağınız hakim deyil. Uşağınızın günahı deyil atasının elə olmağı və yaxud anasının bu talihdə yaşamağı. Siz əslində bir yerdə qorunmağı gözləyirsiniz. Yenə də sizin probleminiz gəlir ki, uşağınız sizi qorusun, uşağınız sizi seçsin və ona görə də nə qədər inkar eləsəz də bir yerdə onu sizi tərk eləməyə qorxusunu yaşayırsınız ki, birdən böyüyəndə o da atası kimi sizə bunu təkrarlayar. Və bu baxımdan siz özünüz atasının sizi nəyə görə tərk etdiyini, sizin nəyə görə haqsızlıq elədiyini anlasanız, bu baxımdan o travmadan sağalsanız, uşağınıza aid olan o sübut eləməyə ehtiyacı olmayacaq. O uşaqdır, uşağı niyə sübut eləməyə çalışırsınız ki? Aha. Necə danışımsa xanımız desən sərf eləmədə çıxdı. Deyir, mənim deyir, beynimə gic fikirlər gəlir. Baxma, dəqiqə. Nə kimi fikirlər gəlir Emin bəy? Bildim, gic fikirlər gəlir. Bax, mən falç deyiləm. Deyir, baxmaq qulluğunda dayanmaq deyil, övlad borcunu yetirə bilmək yəni. Övlad borcunu valideynini mən 18 yaşına qədər yetirmişəm. Övlad olaraq, övlad olmaq hissini onlara yaşadaraq. Ondan sonra mənim borcum yoxdur. Yəni təkcə söhbət burada məndən getmir, ha, ümumi obyektiv olaraq gedir. Boğulma deyir, panik atakın əlamətlərdə doktor. Panik atakın əlamətləri ola bilər, olmaya da bilər. Boğulma əslində bir yerdə yaşadığınız duyğunu, əsasən boğulma bir yerdə özünü ifadə edə bilməməkdir. Yəni sən hər hansı bir hadisədə, situasiyada əgər özünü ifadə edə bilmirsənsə, boğazında boğulma yarana bilər və yaxud da kimisində olur ki, farenqit baş verir, kimisində olur zob xəstəliyi yaranır. Seanslar keçirirsiniz onlayn. Bəli, seanslar keçirirəm onlayn formatda. Salam, psixoloji nəfəs darlığı nə vaxtda gedir bilmirsiniz? Maydan bəri əziyyət çəkirəm. May ayında hansı travmanız tətiklənibsə, həmin o travmanı sizdən sağalaraq keçə bilər. Yəni öz-özündən keçib getmir. Siz ancaq sağalsaz, yardım alsaz gedir. Çünki biraz sovet düşüncəsi var, öz-özünə gəlibsə, öz-özünə də gedər. Evlənəndə düzələr, zamanla keçir, amma ki o şeylər çox işləmir. Deyir, mən stres yaşayanda boğuluram doktor. Hə, stres yaşayanda boğulursunuzsa, demək stres yaşadığınız insan, yəni belə deyim də, anormal insandır. Onu özünüzü sübut edə bilmirsiniz, onu özünüzü ifadə edə bilmirsiniz və sizi anlamır. Və yaxud da ki, özünüzü bildirməkdən də qorxur da ola bilərsiniz. O qədər olur ki, uşaqlıqda bizi yükləyirlər. Böyüyə cavab qaytarmaq olmaz, yəni belə olmaz, elə olmaz və bir yerdən sonra sən baxırsan ki, özünü heç kimi ifadə edə bilmirsən. Demək, bir dənə utancaq qız vardı. Hamı dedi ki, çox yaxşı qızdır, bu çox utancaqdır. Belə də, halbuki qızın özü müraciət eləmişdi ki, mən utancaqlıq problemim var, amma hamı məni deyir, belə xoş görür. Amma deyir, mən deyir, utancaqlığımdan deyir, əziyyət çəkirəm deyir. Və qayıdıb baxdı ki, uşaqlıqda elə onun sizə misal çəkdiyim kimi, uşaqlıqda onun üstünə qışqırıblar ki, böyüyə cavab qaytarmaq olmaz. Qız uşağı nədir, qız uşağının səsi çıxdı nədir. Ona görə qızın səsi elə yavaş çıxırdı ki, qızın səsini zorla eşidirdik. Söhbət ondan gedir. Tarmıxan yazır. Əsəbdən, stressdən yaranıb, kofe içdim, başladı o başlayan hələ də əziyyət çəkirəm. Sizi əsəbdən, stressdən gedir. Əsəb, stress burada simptomdur, amma sizi əsəbləşdirən duyğu nədirsə, o duyğu sizdən dəyişəndən sonra keçib gedəcək. Kofe sadəcə orada rasional bir yakırdır. Yakır olaraq onu qeyd eləmişsiniz ki, elə bilirsiniz ki, kofedən qaynaqlanır. Amma halbuki orada siz həmin o, belə deyiləm, nəfəs darlığınızın nədən qaynaqlandığını bilməmsiniz. Beyninizdə qeyri-müəyyən yaradan qaldırmaq üçün kofedən qaynaqlandığını düşünürsünüz. Amma kofe içərkən yaşadığınız stres duyğusu sizdən əgər mental olaraq sağalıb getsə, o duyğunu tamamilə buraxsaz, üzləşib buraxsaz, yəni sizin özünüzün probleminiz qalmayacaq. Nəfəs darlığı probleminiz qalmayacaq. Çünki bir yerdə həzm eləyə bilmədiyiniz və sizi qıcıqlandıran bir duyğudur. Öz-özümə gülməyə gəlir hərdən. Özünüzü sakitləşdirməyə çalışırsınız ona görə. Əslində gülməyə gəlmir, ağlamaq gəlir, prosta ağlamaq istəmirsən. Ağlamağı bastırırsan. Yəni ki, ağlamayasınız deyə gülməyə verirsiniz.
Deyir, bəli doktor, cavab verə bilməyəndə qarşımdakı insana deyir, sakit duranda elə bilirəm ürəyim partlayacaq. Çünki uşaqlıqda yəni biraz yanlış anlayacaqsınız bəlkə də, amma sizin ürəyinizi partlaya qoyublar. Yəni aqressiyanızı sizin içinizə boğublar. Həmin o aqressiyanızı sizin içinizə əgər kim boğub bastırıbsa, həmin o anı qaytararaq sizi, o insan kim olubsa, onlara o duyğuları bir-bir qaytarandan sonra siz artıq o deyir, cəhcəh vuracaqsınız. Yəni rahatlıqla duyğularınızı bildirəcəksiniz. Yəni insanlara sərhəd çəkmək, insanlara acılamaq, mən də burada elə adam olur ki, burada acılayıram o insanı. Baxır ki, sən onu kimə eləyirsən, kimə qarşı özünü qorumağa çalışırsan, kimə qarşı o nə bilim də caynaqlarını, tikanlarını qaldırırsan, sərhədləri çəkirsən və bu baxımdan da yəni o problem aradan qalxır, gedəndən sonra artıq o duyğu qalmır. İçində boşluq var sanki. Baxmaq lazımdır, hansı boşluqdur. Dəqiqə. Deyir, düzdür, həmişə hep deyiblər ki, sakit dur. Və sizi nəzərə alın ki, bilmirəm bəysiz yoxsa xanımsız, mən sizi bəy olaraq xatırlayıram. Ancaq ki, indi bir şey deyim də, əsasən bəylərdə niyə görə Azərbaycan kişiləri tez ölür? Niyə görə ümumilikdə kişilər tez ölür? Buna səbəb hamısı şeydir, duyğunu bastırmaqdır. Kişilər ağlamaz, nə bilim, zəif görünmək olmaz. Belə olmaz, elə olmaz, sən bir yerdə həmin duyğun ürəyivə ağırlıq eləyir. Və o qədər var ki, 40 yaşını keçəndən sonra, 40 yaş tamam olan kimi kişilərdə şey baş verir. Gizli infarkt riski baş verir, gizli infarkt keçirdir ürəklərində. O qədər ürəklərini atırlar ki, amma o demək deyil, 40 yaşındakı kişi oturub bütün gün ağlamalıdır. Söhbət duyğunu bildirə bilməməkdən gedir söhbət. Yəni uşaqlığında ağladıblar onu, amma niyə görə ağlatdıqlarını anlamayıblar, soruşmuyublar. Sən niyə görə ağlayırsan, nə bilim, deyirəm, amma uşaqsın ağlayırsan, sən beləsin ağlayırsan, deyir, onu şey kimi istəyirdiriblər. Deyir, xanımam. Bəs mən niyə sizi bəy olaraq xatırlayırdım? Bəlkə də ola bilər profil başqa adam olub, mən elə xatırlayıram. Nəysə. Yəni onun istənilən halda xanıma bəyə də çox da dəxlisi yoxdur. Prosta yenə də bir yerdə əsasən qız uşaqlarında daha çox baş verir. Qız nədir, səsi çıxdı nədir, nə bilim, belə oldu nədir, elə oldu nədir. Ona görə bir yerdə bizi, əsasən qızlar da oğlanlar da bizdə yüklüyürlər və bizim indiki olduğumuz nəslin uşaqları itirilmiş nəslindən gələn uşaqlardılar ki, yəni hansı ki onlar nə bilim 80-lərin, 90-ların övladları olurlar və yaxud özləri 80-90-cı illər olurlar ki, bir yerdə o itirilmiş nəsildən gələn uşaqlar olurlar ki, o yerdən keçirlər. Və ona görə də o nəslin duyğularını buraxmaqdan ötürü nəsillə üzləşərək o problemi aradan qaldırmaq olar. Deyir, samalyota minə bilər, nəfəs dar olan adam rahat gəzirəm deyib görürəm, amma narahatlıq var, problem olur. Əslində ölüm qorxusudur o, samalyota minməkdən qorxmaq. Digər tərəfdən bir xanımda var idi ki, düzdür o mənim seansım deyildi, iş yoldaşımın seansı idi ki, demək xanımda problem nə idi? Samalyota minəndə hər dəfə qarnında sıxılma yaranırdı, ürəyində sıxılma yaranırdı, qorxu başlayırdı onda. Sən demə xanımın bədənində, nəsillərində yaşamış, amma ölmüş bir insanın ruhu yəni ələ keçirtmişdi onun bədənində və demək həmin o adamın özündəki təyyarədə uçuş şeyini yoxlayan bir adam olub. Uçuşda təyyarədə pilot işləyib və o təyyarənin nə bilim uçuşunu yoxlayandan sonra təyyarə qəza törədib. Və bir yerdən sonra həmin onun adamın ölümü də təyyarənin demək ruhu onun adamın qarnına batmışdı və onun ölümü ilə baş vermişdi və onun ruhu bu qızın bədənində olduğuna görə hər dəfə xanım təyyarəyə minəndə şeydir. O yox, xanımın özü yox, o ruhun özü ona hiss etdirdi ki, təyyarəyə minmə, nə bilim, öləcəksən, nəfəsin daralacaq, belə olacaq, elə olacaq. Yəni, indi bunu misal çəkdim, o demək deyil, sizə də egzarsiz, yəni sizdə də ruh var, söhbət ondan getmir. Sadəcə müxtəlif səbəblərdən qaynaqlana bilir ki, əsas kökü ölüm qorxusu olur. Sadəcə indi siz onu yazdınız, birdən bir o seans düşdü yadıma. Deyir, bir də ki, doktor, qonağım gəlir, evə danışırlar, söhbətləşirlər, sıxılıram. Qonaq nə danışır ki? Nədən danışırlar ki? Hipnoz seansını necə edirsiniz? Xüsusi texnikasını öyrənmişəm, təhsilimi almışam, müəyyən təhsilimi almışam və o cür eləyirəm. Deyir, ruhlara inanırsınız. Əlbəttə ki, yəni bizim bədənimizdə mənim ruh yoxdur ki. Rahim Rüstəmov deyir, anamda depressiv nevrozda həkim qalmayıb getmişik, sağalmır. Həkimlər onları sağalda bilirlər ki, depressiv nevrozu deyirlər, o diaqnozu qoyurlar. Sırf diaqnoz qoymaq uğruna diaqnoz qoyurlar ki, dərman yazsınlar, dərman yazmaq ucbatından. Amma halbuki bəlkə heç ona depressiv nevroz da yoxdur, başqa bir hər hansısa bir bastırdığı duyğusu var ki, onu narahat eləyir. Həmin əgər doğru terapiya alsa, mənim kimi bir mütəxəssisdən, mənim kimi başqa bir digər mütəxəssisdən yardım alaraq doğru terapiyada iştirak eləsə və özü də sağlamaq istəsə, sağlada bilər. Deyir, məndə nəfəs darlığı var, aha, onu oxudum. Dəqiqə, yemək yeyəndə boğulub öləcəyim kimi hiss eləyirəm. Yemək yeyəndə boğulub ölmək əslində şeydir.
Yemək yediyin ərəfədə qorxmağındır. Sən yemək yeyəndə uşaq vaxtı sənin üstünə qışqırıblar, qorxmusan, yemək sənin boğazında qalıbsa, ağlamısan, nəsə olubsa, ondan da qala bilən travma ola bilər o. Demək, bir adamın badımcan şeyi var idi, fobiyası var idi. Badımcan görən kimi boğulurdu. Uşaqlığında bu badımcan yeyəndə badımcanın qabığı necə olsa soyulub, bunun boğazında ilişib qalıb. O da necə olsa uşaq olub da, boğulub qalıb boğazında. Ondan sonra badımcan yeməyə tövbə eləmişdik. Yəni tövbə indi burada misal kimi çəkirəm, tövbə eləmişdik. Yəni inkar edirdi badımcan yeməyi. Badımcan görəndə hər dəfə travmasını xatırlayırdı. Heç həmin adamla travması sağalandan sonra o şey keçdi, getdi. Dəqiqə, deyir, mənim sualım qaldı yuxarıda. Üzrlü sayı ötüb keçmişəm. Deyir, mən hər gün təkliyə çəkilib ağlayıram, bununla rahatlaşıram. Bu davamlı olsa zərəri varmı ruhuma? Bəli, var. Zərəri odur ki, sosiallaşa bilmirsən, sosial mühitdən təcrid edirsən özü və hətta bəzi hallarda özü inziva belə eləyə bilərsən. O baxımdan o deyir, insanın təkliyinin özü deyir, gündə deyir, bir paçka siqaret çəkən insandan belə deyir, daha zərərli olur. Yəni nə dərəcə doğrudur, yanlışdır bilmirəm, ancaq ki, bir fakt var ki, o fakt indi ağlıma gəldi. Yəni ki, təklik sənin özünün seçimin olmalı, çarəsizliyin yox. Salam Səkinə xanım, xoş gəlmişsiniz. Anamda depressiv nevroz var, onu yazdım. Yazdım deyirəm, cavabladım. Deyir, təkrar söhbətlər edirlər. Eyni söhbətlər eləmək, monotonlaşmaları, onları əgər sizi yorursa, həmin insanları qonaq kimi qəbul eləməyin də. Yəni, mənim də bir çox tanıdığım adamlar olur, istəyir ailədən, istəyir dostdan, istəyir tanışdan. Baxıram ki, eyni söhbətlər edirlər və yaxud onların elədiyi zarafatlara, elədiyi slenq şeylərə heç mən gülmürəm. Gülməyim gəlmir və ona görə də artıq baxıram ki, düzdür, məndəki indi onu müqayisə eləmək də yersiz. Çünki artıq mən sağalmışam. Mənim enerji frekansım onlardan daha yuxarı artdığına görə mən dəyişmişəm. Dəyişən onlar deyil, axı dəyişən mənəm deyənə. Onların elədiyi şeylərlə mənim elədiyim şeylər belə dəyişilir, gedir. Yəni, ona görə də sizin də bir yerdə, əgər ruhunuzda əgər o fərqlilik varsa, əgər sizi o eyniliyi yorursa, demək bir yerdə sizin də aydınlanma yaşamalısınız, aydınlanma yaşayırsınız daha doğrusu. Ruhunuz o yanlış yaşayır. Deyir, dərmanla sağalmır. Dərmanla kim deyir ki, nəsə sağalır? Dərman sadəcə lakonik key etmədir, keydir sadəcə. Elə adam olur ki, məsəl üçün dərman içir, deyir ki, mənim ağrım keçdi, getdi, nə bilim, belə oldu, elə oldu. Sadəcə dərmanın dozировkası, onun dozası müəyyən vaxta qədər insanın bədənindən gec sovrulur deyənə. Çünki onun tərkibində bir psixotrop, psixoaktiv maddə olduğuna görə, narkotik maddə olduğuna görə əsasən də gec sovrula bilir. Təklik yoxsa tənhalıq? Tənhalıq da təklik də əslində bir yerdə insanın psixoloji durumuna görə dəyişir. Tənha hiss edirsənsə, o sənin cəhənnəm kimi gəlir. Amma təklik sənin seçimindirsə, bu bir yerdə çarəsizlik yox, rahatçılıqdır. Yəni, mənə görə təklik çarəsizlik yox, ehtiyac olur anormal insanların içərisində olaramsa əgər. Hipnozla özümüzdə bizi narahat edən xüsusiyyəti dəyişmək olar. Bəli, olar. Yəni, birbaşa olaraq hipnoz zaten ona xidmət edir. Deyir, məndə də elədir, eynən cismən, burada ruhən başqa yerdəyəm. Çünki olduğunuz reallığı qəbul oluna bilmirsiniz, ona görə. Orada yazıb, andan qopma yaşayıram, anda çox qala bilmirəm. Gözüm dalır, səbəbi nə ola bilər? Qaliba deyir, anhedonim. Andan qopma yaşamaq elə bayaq o suala cavab verməyim kimi olacaq ki, reallığı qəbul oluna bilmirsiniz. Özünüzü, öz şəxsiyyətinizi qəbul oluna bilmirsiniz. Beyin sizi reallıqdan qopardır. Məsəl üçün, məndə daha əvvəllər bilirsiniz nə olub? Maladaptiv daydreaming olub məndə. Reallığı qəbul oluna bilmirdim. Reallıqda hər hansı yaşadığım duyğuları qəbul oluna bilmirdim deyənə şey olurdu. Davamlı özümü xəyal aləmində təsəvvür edirdim. Davamlı özümü başqa bir yerdə təsəvvür edirdim. Artıq baxdım ki, o bir yerdə mənim psixoloji pozuntu yaratdığına görə o duyğunu özümdən sağaltdım. Nevroz olanda da boğulma hissi olur, doktor. Nevroz olanda boğulma hissi olan da var, olmayan da var. Salam bəy, mən müəlliməyəm, amma sizin sahəni öyrənib o üzrə getmək istəsəm, hansısa məktəbi bitirməliyəm? Mən hipnoz akademiyası məzunuyam. Yəni, mən hər hansı bir universitetdə oxumamışam buna görə və yaxşı da ki, oxumamışam. Yəni, hər hansısa bir o şablonun içinə girmədiyimə görə şükür edirəm. Yəni, o qədər psixoloq, psixiatr var ki, onlara qulaq asına baxıram ki, adam başdan ayağa kitabdır. Yəni, kitabda oxuduğu cümlələri danışır və onu özündən keçirtməyib.
Yəni özündə yaşamayıb və yaxud da öz real təcrübəsində görməyib. Bu baxımdan da doğru və arzu edilən bir yerdə təhsil almağınızı sizə tövsiyə görə bilərəm. Ya deyir sizin kimi mütəxəssisdən dərs alıb işləyə bilərəm. Əlbəttə işləyə bilərsiniz. Yəni ki, əsas o istək sizin özünüzün içinizdən gəlir. Çünki o istəyə bilə siz boşuna düşmürsünüz. İçi mən qarışıq, bütün istəyir psixoloqlar olsun, bütün hipnoterapevtlər olsun, bütün coachlar olsun, nə bilim psixiatrlar olsun ki, içi mən qarışıq hamısı uşaqlıqlarında travma ilə böyüyən insanlar olurlar ki, bir yerə qədər özlərini öyrənməyə çalışırlar, özlərini öyrənmək istəyirlər. Yəni özlərini sağaltmaq yolunda, yəni belə deyim də, özlərini adayırlar. Yəni ki, bu baxımdan siz də bir yerdə özünüzü öyrənmək istəyirsinizsə, onu öyrənə bilərsiniz. Yəni çünki mən bir çox problem, məsələn bir mənbə idi, yoxsa xanım idi, kimsə yazmışdı ki, siz deyir, öz yaşadıqlarınızdan deyir, şey deyirsiniz ki, baxdım gördüm, həsən məni doğru müşahidə edə bilmişdi bir tərəfdən. Yəni söhbət ondan irəli gəlir ki, bizim müəllimimiz belə həmişə deyirdi ki, bir insan əgər öz şüuraltısının necə işlədiyini anlasa, onun digər insanlarda da belə olduğunu başa düşə bilərsiniz. Yəni mən bilirəmsə, əgər mən təhlükə anında bu reaksiyanı verirəmsə, bilirəm sən də o reaksiyanı verəcəksən və yaxud da tamamilə başqa cür reaksiya verəcəksən. Yəni insanın limbik beyni, yəni o əsrlərdir, illərdir ki, hətta o neçə milyon illər bundan qabaqdan formalaşıb ki, bizim limbik beynimiz, emosional beynimiz, yəni genetik yaddaşımız o genlərin daşıyıcısı olur. Yəni hətta sənin hər hansısa bir qorxuvun kökü belə keçmişdə yaşayan bir insanların, mağaradakı insanların dinozavrdan, əjdahadan qorxmasından qaynaqlanı da bilər. Yəni bunu inkar edə bilmərik. Salam çörək deyir, yəndə boğazımda qalır. Niyə? Qəbul edə bilmirəm, dəyişə bilmirəm. Bəs reallığı, bəs nə edim? Nə bilim, ya mənə müraciət edin, ya da mənim kimi mütəxəssis yardım alın. Yəni özünüz zaten onu qəbul edə bilmirsiniz axı. Yəni bir yardım alaraq qəbul olana bilərsiniz. Keçən səfər də videosunu paylaşmışdıq səhifədə. Xanım canlı yayında yazmışdı ki, atam mənə təcavüz edib, amma deyir inanmıram sağalacağıma. Xanıma arası bir-iki seans o duyğusunu sağaltdıq. Deyir, bəs hipnoza düşə bilmirsən, 2 dəfə cəhd eləmişəm, olmur. Siz hipnoterapevtə gedibmisiniz, hipnoza düşməmisiniz, ya necə? Çünki insan öz-özünü hipnoza sala bilmir axı. İndi bir şey də var da, hipnoz deyəndə bir çoxları tamamilə başqa cür şey nəzərdə tutur ki, amma Amerika universitetlərinin, Stanford universitetlərinin bir araşdırmasına görə orta statistik insan gün ərzində 8 saat hipnoz altında olur. Bu sənin maşın sürəndə səhv küçəyə dönməyindən qaynaqlanır və ya da marketdə nəsə alırsan, amma nə aldığına fikir vermirsən. Bir anda kassaya gətirib görəndə baxırsan ki, mən niyə bunu götürmüşəm kassaya deyirsən və bir yerdə beynin o hipnoz altında olur ki, sənin fokuslandığın an olur. O anda ola bilər sən keçmiş sevgili fikirləşirsən, hər hansı bir mənfi bir şey fikirləşirsən ki, o şeyə fokuslanmaq olur. Digər tərəfdən də ki, belə deyək də, hipnoza düşməmək deyə bir şey olmur. Sən düşmək istəyirsənsə, sənin şüur altına qədər icazə verirsə, tabi olmaq istəyirsənsə düşürsən, düşmək olmamaq kimi bir şey olmur. Məsəl üçün, o qədər olur ki, seansda düşməyən olub, amma mən onu danışdırmışam, ağrısını tutmuşam və sual vermişəm, bizə nə mane olur? Mane olan səbəbi aradan qaldırandan sonra seansa düşə bilib. Deyir, salam çörək yeyəndə boğazımda qalır. Səbəbi bir çox səbəbdən qaynaqlana bilər, ancaq ki, indi bu dəqiqə o səbəbi fikirləşmək ağlıma valla bu dəqiqə nəsə gəlmədi, nə əcəbsə. Sadəcə ola bilər ki, uşaqlıqda çörək yeyəndə boğulmusunuz deyənə o travma sizdə qalıb yəqin ki, bədən yaddaşınızda. Bir insanda deyir, eyni zamanda bir neçə psixoloji xəstəlik ola bilər, məsələn, PTSD, dissosiasiya, sosial fobiya ola bilər. Bax, bu günləri xanımla seans eləyirdik. Xanım öz qadınlığından iyrənirdi və o iyrəncliyi anası ona hamilə olanda yükləyib. Və xanım əslində, xanımın anası bunu kişi kimi böyütməyə çalışıb. Sosial fobiya problemi idi. Xanım da deyirdim, bayaqlar deyirdim, mən onda efirdə idiniz, yoxsa yox. Demək, xanım oğlan doğulmadığına görə anası xəyal qırıqlığı yaşayıb və qızını oğlan kimi böyütməyə çalışır və qız da ana tərəfindən sevilməkdən ötürü oğlan kimi davranaraq cəmiyyətdə özünü oğlan kimi göstərməkdən utanırdı, amma anası tərəfindən sevilmək üçün saxlayırdı və bu ikili həyatı yaşayırdı. Və digər tərəfdən də ki, həmin o duyğu ondan sağalandan sonra onun qadınlıq enerjisini biz bərpa elədik və əsas da bugünkü seansda nə yaşadıq? Demək şey idi.
xanım nəsildən gələn duyğu idi ki, nənəsinin anası yüngül əxlaqlı bir xanım olub və həmin o yüngül əxlaqlı bir xanım olduğuna görə də nənəsi anasını qınayıb. Və anasını qınadığına görə, o qadınlığından iyrəndiyinə görə bu qızın anasını da nənəsi oğlan kimi böyütməyə çalışır və özü də oğlan kimi davranmağa çalışır və ona görə qızın anası da qızını oğlan kimi böyütməyə çalışırmış. Yəni qadın olanda əxlaqsız olaram, nə bilim, fahişə olaram, belə olaram, iyrənc olaram qorxusu onları qadınlığı yanlış kodlamışdı şüur altlarına və həmin o duyğu onlarda 16 nəsildən gəlirdi ki, 16 nəsil idi, onlarda qaynaqlanırdı. Və bu baxımdan biz xanımın o duyğusunu dəyişəndən sonra xanım ancaq seansda dedi ki, mənim mədəm bulanır, kusmaq istəyirəm. O duyğunu qaytarandan sonra xanımın mədə bulantısı keçdi getdi. Yəni o iyrənclik duyğusu ona elə yüklənmişdi. Dominant xarakter necə olur, doktor? Dominant xarakter də dominant olur. Deyir, terapiyaya qoşulmağa belə qorxuram. Əslində özünüzdən qorxursunuz, özünüzlə özləşməkdən qorxursunuz. Biri də, onu mənə bir də demişdi ki, sizdən qorxuram. Deyirəm, məndən qorxmursunuz. Prosta mən sizin ağrılarınızı danışıram, siz ağrılardan qaçırsınız, ağrılardan özləşməkdən qorxursunuz. Amma ki, yəni, o qorxunuz keçəndən sonra terapiyaya qoşula bilərsiniz. Deyir, gücüm yoxdur, nələrsə edən. Əslində ümidiniz yoxdur, ona görə şey eləmirsiniz. Deyir, hipnoz seansı, yəni təlqin edilən hipnoz seansına düşə bilməmişəm. Hipnoz seansı zaten mən də təlqindən edirəm, amma təlqin deməkdir, induksiya oxuyaraq, sənin bədənini rahatlaşdırırıq, sonra duyğularıma fokuslanırıq. Amma söhbət indi şeydən getmir axı. Bəlkə də indi onu kim eləyibsə, sizə o hipnozu kim eləyib bilmirəm axı. Çünki keçən səfər bir oğlan mənə müraciət eləmişdi ki, deyir, mən deyir, hipnoz seansında olmuşam, amma deyir, mənə xeyri olmayıb. Deyirəm ki, hipnozun 140-dan çox növü var və siz hansı terapevtdə olmuşsunuzsa və həmin o terapevt sizə hansı növün istifadə edibsə, onun sizə xeyri olmayıbsa, o demək deyil, hipnozun xeyri yoxdur. Yəni, bərbər əgər saçı yaxşı qırxmırsa, o demək deyil, saç qırxdırmaq lazımdır. Yəni, sadəcə doğru ustaını tapmaq lazımdır. Və digər tərəfdən də ki, hipnoza düşməyən 3 növ insan xarakteri var ki, IQ-su aşağı olan insanlar, şizofreniya olan insanlar və Alzheimer demensiya xəstəsi olan insanlar hipnoza düşə bilmirlər. Yəni ki, birbaşa olaraq onlar getsinlər ancaq fala baxdırsınlar, mollaya güllə keçirtməz dua yazdırsınlar ki, onlar üçün birbaşa olaraq o treninqlər işləyir, bu treninq işləmir. Və yəni o qədər olub ki, seansda 2 dəfə sırf təcrübə yığmaq üçün istifadə etdiyim vaxtlar olub ki, hətta bilə-bilə qadını sübut eləmək üçün sən sağalmaq istəmirsən, onu bilə-bilə pulsuz seansa salmağı yoxlamışdım, düşmədi. Və bir avtomatik qaçdı və həmin vəziyyətdən və dedim, bax, görsən sağalmaq istəmirsən. Amma halbuki məsuliyyəti mənə yıxmağa çalışırdı ki, siz deyir, mənə heç eləyə bilmədiniz. Özü oyuna üzləşəndən sonra baxdı ki, əslində xanımın özü məntiqi aşağı idi. Demək, xanımın problemi nə idi? Deyim, xanımın problemi şey idi, xanım anasının qəbuluna bilmirdi, amma anasını buraxmaq da istəmirdi və sağalmaq da istəmirdi əslində. Məndən gözlədiyi şey oydu ki, anasına haqq qazandırmağımı gözləyirdi ki, yəni anan səni yaxşı eləyib, belə eləyib, amma ki, mən də ki, o şeylər eləmədiyimə görə xanımın arzusu ürəyində qalmışdı. Bir neçə aydır indi təşəbbüs etdim, amma indi bu özümə şans sayıram və yenidən doğulmuş kimi həvəsliyəm. Plus qorxuram ki, gizli depressiyadır və geri qayıdar hər şey. İntihara təşəbbüs eləmək əslində yaşadığın duyğuları öldürmək istəyirsən. Yəqin ki, eşitmişsiniz o neçə il bundan qabaq harca yazmışdılar şəbəkələrdə. Deyir, özünü öldürmək istəyirsənsə, deyir, get atdan dənizə baxacaqsan ki, özünü öldürmək yox, öz duyğularını öldürmək istəyirsən və bu baxımdan da o duyğuların nədirsə, onları çıxardaraq öldürə bilərsən də. Elmin yazıb salam. Salam Elmin. Ruh yolcusu deyir, düzdür, səhvlərimi deyir, eşitməkdən qorxuram. Düzəlir doktor seansdan, dominant uşaq. Dominant uşaq düzəlir seansdan, ancaq ki, o dominantlıq əgər atasının dominantlığıdırsa, ya anasının dominantlığıdırsa, onu kimdən götürübsə, onu qaytarmalıdır və bir də bir şey var da. Məsəl üçün, mən tanıdığım bir qohum adam var idi ki, uşaq idi, onunla işləmişdik, seans eləmişdik. Qorxusunu tamamilə təmizlədim, amma bir yerdən sonra dedi ki, mənim qorxum təzədən deyir, yenə var deyir. Amma baxdım ki, uşağın zaten yaşı az idi,
anasının razılığı ilə seans eləmişdi. Yaşı az idi. Sadəcə 8-9 yaşı var idi və mən bilirəm axı ona travmanı verən ana sağalmalıdır. Ana hələ də başdan xarabdırsa, o uşaq yenə eyni travmanı təkrarlayacaq. Və söhbət ondan gedir ki, burada başdan xarab, həm bəzilərini qəribə səslənə bilər ki, amma birbaşa mənadan gedir söhbət ki, ananın özü travmalıdırsa, eyni travmanı o uşağa verəcək. Və o uşaq da uşaq olduğuna görə, maddi mənəvi valideynin asılı olduğuna görə valideynə təslim olaraq travmasını aktivləşdirəcək. Yəni ən azından narkotikdən sağalıb təzə narkotikə başlayacaqdan gedir söhbət. Yəni metaforik olaraq izah edəsəm. O qədər deyişim var Sinan bəy, amma heç cür sizin canlıdan çıxa bilmirəm. Hər fikirləriniz çox lazımlıdır. Təşəkkür edirəm dəyəriniz üçün. Yəni istənilən halda belə deyildim. Özünüzü görürsünüz, özünüzü öyrənirsiniz və bu yerdə sizə rahatçılıq verir. Ona görə də daim mən sizə də rahatçılıq arzu edirəm. Deyir, sizin düşüncələrinizi çox bəyəndim. Təşəkkür edirəm. Dəyməz bəyim xanım. Mən də sizin problemlərinizi dinləmək mənə də xoş oldu. Deyir, döngüləri necə qıra bilərik? Döngüləri qırmaqdan ötürü nə kimi döngülər yaşayırsınızsa, o döngünü qırmaq olar. Məsəl üçün, nəslin döngüsü. Məsəl üçün, bayaqki seansdan bəhs edelim. Qızı dedim, nənəsi yüngül əxlaqlı qadın olub, ona görə nənəsinin anası yüngül əxlaqlı qadın olub, ona görə nənəsi də anasını bu cür böyütdüyünə görə qızda bu problem yaranmışdı. Yəni, nəslin karması idi o. Qıza izah elədim ki, sən bunu seçməlisən ya da bunu buraxmalısan. Əgər onu buraxmasaydı, həmin o döngünü davam etdirmiş olacaqdı. Amma biz o döngünü qırdıq. Yəni, nəslin gələn karmik döngüsünü birbaşa olaraq müşahidə eləyərək, yəni, belə deyim də, tam dibinə qədər araşdıraraq buraxmaq olar. Deyir, nənəsinin OKB neydi? Altdakı mesaj oxudum, bir anda gözümə onu taxıldı. Nənəsinin dominantlığıdırsa, qayıdıb baxmaq lazımdır ki, o niyə görə onu eləməyə çalışır və yaxud da bəlkə onu sizdən qıcıqlandırmağa çalışır. Hə, məqam da var. Siz qaynanavızın, nənəsi əgər sizin qaynanavızdırsa, siz qaynanavızın aqressiyasını uşağınıza tökürsünüzsə, o da bir yerdə sizi o cür cəzalandırır. Siz də deyirsiniz ki, getdin oxşamışlarına. Yəni, mən oxşamışlarımla çox sınanmışam. İndi oxşamışları çox qınamışam, indi sənlə sınanıramdan gedir söhbət. Xroniki OKB müalicə alıram, amma boşluq və zehniyyat hiss edirəm. Xroniki OKB əslində hansı obsessiyanı yaşayırsınız bilmirəm, amma istənilən obsessiyadan asılı olmadan doğru müalicəni alsaz, tamamilə aradan qalxıb gedəcək və zehniyyat hiss eləməyinizin özünüzü olduğunuz kimi qəbullanmırsınız. Problemlərinizi belə qəbullana bilmirsinizdən gedir söhbət. Ona görə özünüzü yad hiss eləyirsiniz. Sadəcə gizli depressiya ola bilər ya da bir anda gələn yaşamaq həvəsi artır depressiya düşünmürəm. Əslində bir anda həvəsin artıb, bir anda həvəsin düşməyə bəzilərinə görə bəziləri bipolar olduğunu, borderline olduğunu düşünürlər ki, amma o da depressiya əlamətidir, gizli depressiya əlamətidir, dediyiniz kimi. Həmin o travmanızı xatırlayırsınız. Məsələn, deyirsən, gülürsən, danışırsan, qəfil əhvalın düşürsə, həmin o yadına nəsə düşür. Duyğu olaraq nəyisə hiss edirsən və təzədən həmin o fabrika ayarlarına geri dönürsən. Ona görə də o fabrika ayarlarına sağlam şəkildə düzəliş verib sıfırlayandan sonra artıq o depressiya aradan qalxır. Döngüləri necə qıra bilərik? Onu bayaq cavabladım. Deyir, mən depressiyadan çıxa bilmirəm, nə edim? Xəyanəti özümə bağışlaya bilmirəm, özümü yeyib tökürəm. Sizə əgər xəyanət ediblərsə, o xəyanəti də icazə verən siz özünüz olmusunuz və bir yerdə o xəyanət qarşısında siz həyatın şilləsini yeyərək gözlərinizi açmısınız. Və belə bir şey deyim ki, ancaq qayıdıb özünüzü bağışlamalısınız və o xəyanət duyğusundan sağılaraq o xəyanəti buraxa bilərsiniz. Demək, siz xəyanət duyğusundan özünüzü dəyərsiz, yetərsiz, lazımsız hiss etdiyinizə görə, güvənsizlik duyğunuz daha da artdığına görə, bunu qəbul oluna bilmədiyinizə görə sizi depressiyaya salıb. O vəziyyətlər aradan qalxandan sonra sizin əvvəlki həyat təşkilinizdə geri qayıdacaq. Çünki depressiya əslində ruhun bədəni söndürməkdir, ruhun yaşadığı ağrıya bədəni topdan çıxartmağıdır, bir sözlə desək. Deyir, bəzi sözləri görməzdən gəlirəm, qulaq asmaq istəmirəm, doktor. Yəni ki, ya cavabını ver, ya da içində saxlama. Çünki bir yerdə o içində pasiv agresiya yığırsan. Ağlamaqdan öldüm, yoldaşımın elədiklərinin gözümün qabağından getmir. Yoldaşınız sizə travma yaşatmayıb. Sizdəki olan travmanı təkrarlayıb. Sizdə zaten o yara var idi, sizin yaranızı təkrar qanadıb. Bu baxımdan da heç nə doğru bir peşəkar yardım olaraq həmin o özünüzü bağışlayaraq o keçmişə xətt çəkə bilərsiniz. Sevgilimlə deyir, dalaşırıq və hər dəfə də araya zaman girir, 2-4 gün danışmırıq, bu döngünü necə qıraq?
Sevgilindən asılı olduğun duyğudan sağalmalısan ki, sevgilimin belə get-gəlli münasibətləri uşaqlıqda hansı qarşı cinslə yaşadığın bir insanın duyğusunu təkrarlayır və həmin o təkrarlanan duyğu döngüsü sizdən tam sağalandan sonra aradan qalxıb gedəcək. Bəlkə də sizin dəyərsizlik duyğunuz var. Ona görə də danışmırsınız. O sizi görməzdən gələrək, o sizi nə bilim, belə deyim də, 2-3 gün danışmadığınız vaxtda sizə dəyərsiz hiss etdirir və bir yerdən sonra təzə qayıdırırsınız əvvəlki münasibətə. Yəni get-gəlli münasibətdə o döngünü qırmağınızdan ötürü özünüzü sevib öz dəyərinizi bərpa eləməlisiniz. Yəni ilkin görülə bilən versiya, ağla gələn versiya bu olur ki, amma altda tamamilə başqa bir səbəb də yata bilər. Duyğusal bağlılıqdan yəni. Deyir, ata nənəsi çox hökümlüdür. Uşağın mən də həkimə apardım. Uşağı doktor dedi ki, genetikdir bu uşaqda dominant. Genetikdir, amma genetik xəstəlikləri həkimlər deyirlər, elə də qəşəng rahatlıqla deyirlər ki, sağalmır, nə bilim, normal sağalır genetik xəstəliklərdir. Sadəcə olaraq o genetik karmik zənciri qırmaq lazımdır. Keçən səfərlərdə dəri həkimində olan bir uşağı gördüm ki, anası gətirmişdi onu dəri dispanserinə. Demək, uşağın ekzeması var idi. Uşağın anası həkimdən sonra, uşaqla deyəndə hardasa bəlkə də bir 20 yaş olardı bəlkə də. Anası soruşdu ki, bu bəs tam sağalır? Dedi ki, sağalır. Dərman da içəcək, nə bilim, məlhəm də çəkəndən sonra sağalacaq, amma tam getməyəcək. Amma cavab verə bilmədi, niyə görə tam getməyəcək? Yəni, bəs onu da deyilən, niyə görə tam getmir? Niyə onu cavablamaq istəmirsən? Niyə görə insanın ruhla bədənini ayırırsan? Yəni ki, ancaq bədəni müalicə edirsən, ruh müalicə eləmirsən. Ən azı bir psixoloji olaraq müayinədən bəhs eləmirsən. Bəlkə də həmin oğlanın özündə iyrəndiyi bir duyğu var. Qəbulana bilmədiyi bir duyğu olduğuna görə onun allergiyası baş verib, ekzeması baş verib. Yəni, çox güman ki, zaten də elədir. Ancaq onu inkar eləyirlər. Bu baxımdan onun genetik olduğunu düşünürlər, suçdan vururlar ki, bu genetikdir. Yəni, genetik də onda qədər özü öldürələ şey olur. Salam, arıqlaya bilmirəm, nə edim, hər dəqiqə nəsə yemək istəyirəm. O nəsə yemək istəmək istəyiniz əslində duyğu yaşamaq istəyirsiniz. Yəni, uşaqlıqda ən azından ən çox çəkdiyimiz hallardan birisi olur ki, əgər uşaqlıqda sən ağladığında səni şokoladla sakitləşdirə bilərsə, sən şokoladdan sonra dopamin yaşamısansa, xoşbəxtlik enerjisi yaşamısansa, hər dəfə özünün yetkin vaxtında belə, özü depressiyada hissələyəndə, depressiv hiss eləyəndə şokoladla sakitləşdirməyə çalışırsın özü. Yəni, hər hansısa bir şirinlə, bir qida ilə sakitləşdirməyə çalışırsın özü və sən diyetaya başlayanda artıq ən azından sən gluteni, nə bilim, sonra nə bilim, laktozanı, nə bilim, sonra nə bilim, şirinli, nə bilim, fruktozanı, bir çox şeyləri çıxardırsan həyatından, çıxartmalı olursan həyatından və başlayırsan bir yerdə həmin o duyğunu yaşayanda bədən səni cəzalandırır. Başlayır həmin o duyğunu yaşamaq üçün başlayır sənin diyetavı pozdurmağa. Ona görə də sən şüuraltı olaraq o duyğularından sağalsın, əslində avtomatda da arıqlaya bilərsən. Salam, axşamınız xeyir. Qərarsızlıq üçün nə tövsiyə edərdiniz? Qərarsızlıq üçün tövsiyə etdiyim şey özgüvən problemindən qurtularaq səhv etməyin qorxulu bir şey olduğunu yox, təbii bir şey olduğunu anlayaraq, bizi təcrübə qataraq getmək istədiyimiz yola müsbət nəticələndirməyinə kömək edən bir vasitə olaraq qəbullanmağınızı tövsiyə edə bilərəm. Yəni, bu baxımdan nə qədər bir anda robot kimi cavablandırdım. Yəni, bu baxımdan da özgüvən problemindən qurtulmalısınız. Hərdən özümü ChatGPT kimi hiss edirəm. Deyir, mən deyir, istəyirəm siz onlayn ilə mənim qızıma seans keçəsiniz, mümkündür doktor? Bəli, mümkündür. Yəni, qızınızın yəqin ki 18-dən əgər yaşı azdırsa, birinci siz özünüzlə və qızınızla bir yerdə konsultasiyada iştirak edirsiniz və biz sizin probleminizi müşahidə edirik və ondan sonra seansa keçid edirik. Yəni, ən azından hüquqi və qanuni baxımdan bir razılıq olmalıdır. Və tövsiyə eləyərdim ki, bir yerdə sizin özünüz də bir yerdə qaynanavıza olan aqressiyadan sağlasınız ki, qızınız da bir yerdə o terapiyanı alanda olsun, nəticələnsin. Yəni, əgər konsultasiyaya qoşulmaq istəyirsinizsə, bunu o zaman danışa bilərik. Deyir, düzdür, nəsə yemək əsəblərimi sakitləşdirir, o an özümü çox xoşbəxt hiss edirəm. O xoşbəxt demək, sən xoşbəxt hiss etmək üçün yemək yeyirsən. Sən niyə yemək yeməmiş, yəni lazım olmayan qidanı yeməmiş özünü xoşbəxt hiss edə bilmirsən. Məsəl üçün, mənim özümdə lap əvvəl olmuşdu ki, ürəyim sıxılırdı, getdim cips aldım, yedim. Və baxdım ki, bir il sonra mənə çatdı ki, mən demək can sıxıntısını aradan qaldırmaqdan ötürü gedib o xırs-xırs cipsini yeməyə ehtiyac duymuşum. Amma halbuki mənim qarnım tox idi, mənim yeməyə artıq bir zəhərli qidaya ehtiyacım yox idi. Və ondan sonra artıq demək olar ki, vaxt cips yemirəm. Və bir şey də var ki, dönər yeməkdən də məsəl üçün özümdə müşahidə eləmişdim ki, dönər yeyəndə artıq dönər yemək mənə zövq vermir. Demək, hansısa bir duyğudan sağalmışam da, duyğunu qarşılamır artıq bədənimdə. Və zaten bizim yediyimiz qidalara beynimiz mənaları yüklüyor. Sən
yediyin, içdiyin suyu, yediyin nə bilim duzu, nə bilim şirinini gedib xaricdə yesən sənə qəribə bir dad kimi gələcək. Azərbaycandakı kimi dad verməyəcək. Çünki Azərbaycanda yediyin ortamda emosiya hiss eləyirsən, duyğunu yaşayırsan. Nənəmin bişirdiyi kotleti mənim üçün heç kim bişirə bilməz. Ay valla bişirirlər sənin üçün, restoranda da qoyurlar qabağına, anan da bişirir sənin üçün, nə bilim, hə özün də bişirirsən, amma o dadı ala bilmirsən, hə? Düz. Və bu baxımdan onu da göstərir ki, sən əslində nənəvin kotletini yox, nənəvin əlindən çıxan onun qayğısına, sevgisinə o duyğunu yemək istəyirsən. Yəni bu baxımdan da yəni manipulyatörlər ən çox nədən istifadə edirlər? Keçən səfər biri deyirdi ki, onlayn hipnoza düşmək olmur, nə bilim belə olmur, elə olmur dedim, yəni özün bilərsən. Yəni amma ki dedim, onlayn hipnoz zaten səni onlayn şəkildə hipnoz edirlər. İnternetdə baxırsan hər hansı bir paltara, ayaqqabıya zada gedirsən alırsan və sifariş versən gətirirlər. Bəs bu hipnoz deyil, bu da hipnozdur. Yəni hər hansı bir şeydə belə deyək də məsəl üçün kola reklamından gedir söhbət ki, kolanın süzüldüyü ortam hansı ortamdır? Ailə ortamı, ailə məkanı. Əsasən yeni il reklamlarında göstərirlər. Kolanı da bir su kimi faydalı bir şeymiş kimi göstərirlər. Amma halbuki sən əslində mən də kola içsəm xoşbəxt olaram inancından kola içməyə başlayırsan. Yəni söhbət ondan gedir. Canan bəy, onda qarşımızdakı bizə xəyanət edir və səbəbi elə özümüzüksə, onda o insana münasibətə davam eləmək lazım deyil. Sadəcə olaraq o adamın başdan xarab olduğunu bilirsənsə, onun elə başdan xarab insanın sənin həyatında olmağının, sənin travmalarından qaynaqlandığını da anlayırsansa, o travmalardan sağalmalısın sadəcə. Yəni münasibətə davam eləmək bir də sonra özünüzə işgəncə eləməyinizə səbəb olacaq. Məsələn, hədəflərim var, amma deyir, hansının mənim üçün deyir, daha uyğun olduğunu bilmirəm. Çünki uşaqlıqda sizin yerinizə qərar veriblər, sənin qərar verməyə haqqın olmayıb, o haqqı səni məhdudlaşdırıblar. Bu baxımdan da özünün həyatda yerini tapa bilmirsən. Salam müəllim, necəsiz? Salam, yaxşıyam, yaxşı olasınız. Deyir, adicə rənglərin belə bizə təsiri var, al mesajını verir. Hə, istənilən halda rənglərin də psixologiyası var. Psixoloji olaraq təsir edə bilir və fikir verməmisiniz ki, istənilən halda son dövrlərdə gri rənglər, bej rənglər daha çox, ağ-qara rənglər daha çox bir şey olur deyə dünyanın rəngini diri soldurublar. Yəni bu baxımdan McDonald's-ın özünün belə rəngi artıq çox al-qırmızı deyil, biraz tünd-bardov qırmızıya çalır. Yəni bir çox şeydə rəngləri soldururlar və onu şey kimi, belə deyim də, prestijli kimi bir şey kimi təqdim edirlər. Və bu baxımdan da həm o bir yerdə təsir edə bilir. Həmin adamın da bir yerdə ruh düşkünlüyünə qədər aparıb çıxarda bilir. Deyir, narıncı rəngi. Narıncı rəngi də verir. Məsələn, yaşıl rəngi olsun, nə bilim, güvən hissi verir, ağ rəng güvən hissi verir. Qara rəng də bir yerdə şey verir, güvən hissi verir. Güvəndən çox şey verir. Unutdum ya sözü. Neyse. Belə. Neylik? 1 saat 31 dəqiqə efirdəyik. Başqa suallar yoxdur. Adamlar da azaldı. Belə. Suallarınız yoxdursa, efiri sonlandıraq. Növbəti efirlərdə inşallah görüşərik. Hələlik.